Əzizə xanım, heç bir problem yoxdur. Narahat olmayın, nə suallarınız varsa hər zaman çata verə bilərsiniz. Təşəkkür edirəm məlumat üçün. Bir daha hər birinizi salamlayıram. Bugün biz çox və çox önəmli bir mövzuya sizinlə toxunuruq. Bizim 21-ci əsrin ən vacib məsələlərindən, problemlərindən biridir. Ümumiyyətlə statistikaya görə, indi nə qədər bu statistika doğrudur, doğru deyil, bu özü ayrı bir sualdır, amma kifayət qədər çox böyük bir rəqəmlər danışır. Ümumiyyətlə dünya əhalisinin 40%-nə kimi sırf təşvişi idarə etməkdə, təşviş pozuntusu ilə üzləşirlər, onu idarə etməkdə çətinlik çəkənlər həddindən artıq çoxdur bütün dünya əhalisində. Nəyə görə bu baş verir və ümumiyyətlə təşviş nədir? Sağlam təşvişə olan reaksiya nədir? Qeyri-sağlam təşvişə olan bir reaksiya nədir? Bununla bağlı biz bugün sizinlə çox vacib bir diskussiyalar edəcəyik. Amma əsas mövzuya keçməmişdən əvvəl ümumiyyətlə mən təqdim etmək istəyərdim özümü. Ümumiyyətlə mən kiməm və nəyə görə bu mövzuda da ümumiyyətlə psixologiya ilə bağlı olan vebinarlar olsun, sahibkarlıqla bağlı mənə güvənə bilərsiniz. Çünki mən özüm bütün bu proseslərdən özüm keçmişəm, mənim həyat təcrübələrimdə bu var. Mən uşaq vaxtından həddindən artıq çox təşvişlə üz-üzə qalırdım, təşvişi idarə etməkdə çətinlik çəkirdim və buna da mənim bir çox güclü bir psixoloji səbəblər də var idi. Daha sonra sahibkarlıq həyat tərzi, son 8 ildir ki sahibkaram və hər gün sahibkar olaraq da nə deməkdir? Hər gün stressdir, hər gün gözlənilməz situasiyalardır, hər gün qeyri-müəyyənliklərdir, hər gün biz böhranlara hazır olmalıyıq və bu düşüncə tərzi, sahibkarlıq düşüncə tərzi bizim komandamızda və eyni zamanda bizim öz psixologiyamızda onu formalaşdırdı ki, biz təşvişi düzgün idarə etməyi öyrənməliyik. Mən özüm ağır depressiyaya qalib gəldim. Mən ən ağır böhranlardan biri bu depressiya oldu və depressiyaya qalib gələndən sonra məndə çox böyük bir motivasiya oyandı ki, psixologiya elmini daha dərindən öyrənim, onun incəliklərini öyrənim. Hələ də təbii ki, araşdırıram, öyrənirəm. Və bununla bağlı rəsmi təhsil aldım iki ölkədə və daha sonra müxtəlif həyat proseslərindən keçəndən sonra influencer olmaq özü məni təşvişlə üzləşdirdi. Sahibkarlıq özü fərqli bir təşvişlə məni üzləşdirdi. VIP müştərilərlə çalışmaq, hər zaman onlarla çalışmadan öncə məndə qəribə bir təşviş hissi olurdu. Mənim bədənim əsirdi. İctimai çıxış edəndə mən həyəcanlanırdım, özümü idarə etməkdə çətinlik çəkirdim və buna da hər birinə təsir göstərən məqamlar sırf mənim beynimə gələn neqativ fikirlərdən bağlı olub. Və bu təşvişə sağlam yanaşma, bu təşvişi idarə etmə məni bir çox həyatımdakı olan məqsədlərimə çatmağa çox böyük bir dəstək göstərib və o dəstək sistemin özü belə necə biz yarada bilərik komanda olaraq, özümüz olaraq bizi çox böyük bir məqsədlərə doğru da apara bilər. Çünki hal-hazırda nəyə görə biz həyatımızda bir çox məqsədlərə gedən bir yolda davamsızlıq göstəririk, nəyə görə biz bir çox zamanlarda davamlılıq göstərməkdə çətinlik çəkirik. Çünki bizim enerjimiz həddindən artıq çox keçmiş travmatik təcrübələrə olan yanaşmalara xərclənilir və bizim bədənimiz də o fiziki enerjini, mental enerjini də ora xərclədiyi üçün gələcəyə yönümlü olan hədəflərə bizim əslində daha sonra enerjimiz qalmır. Və məhz buna görə artıq bu həddindən artıq çox fərqli yeniliklərlə üzləşməyim mənə vadar elədi ki, artıq təşviş mövzusunu dərindən araşdırım. Eyni zamanda mən psixoterapevt olaraq da çalışanda təşvişlə bağlı həddindən artıq çox sorğular gəlirdi və həddindən artıq çox böyük bir rəqəmlər görürdüm dünya statistikasında və s. və qərara gəldim ki, artıq bu mövzuda mütləq dərin bir işlərdə görmək lazımdır. Ümumiyyətlə, biz özümüz sahibkar olaraq çox fərqli biznes layihələr idarə edirik. Özümüz çox ciddi böhranlardan keçmişik. Komanda olaraq hardasa 70 mindən çox manat biz itirmişik. Yəni maddi olaraq bu təbii ki, özü bizdə çox ciddi təşvişlər yaradırdı. Covidin özü, müharibə, rəqəmsal ekosistem qurmaq, Azərbaycana yeni bir sahələr gətirmək, Kodstar layihəsi ilə biz Azərbaycana fundamental proqramlaşdırma təhsilini gətirmişik komandamızla bir yerdə. Dilbili biz Covid vaxtı yaratdıq böhranın içində. Bunun böyük bir fürsət kimi gördük ki, ingilis dilini biz maksimum əl çatan edək, xarici müəllimlərlə bizim tələbələrin olan kommunikasiyasını və həmin o böhranları hamısını özümüzdə görəndən sonra rəqəmsallaşmanın bizim həyatımızda
həyatımızda asanlaşdırılmasını görəndən sonra biz özümüz başladıq digər şirkətlərə bu xidməti təşkil etməyə. Özümüzdə olan bu təşvişi çox böyük bir gücə çevirdik ki, artıq digər insanların da bizneslərinin də həyatlarını asanlaşdıraq və hal-hazırda Azərbaycanın ən böyük ingilis dili məktəblərindən biri olan You Will Speak-in rəqəmsallaşmasını təşkil etdik. DilBiz layihəsi, hansı ki, yeni fəaliyyət göstərən onlayn bir platformadır, ingilis dili ilə bağlı onun rəqəmsallaşmasını təşkil etdik. Azərbaycanda ilk osteopatiya mərkəzlərindən biri olan Elf Sağlamlıq Mərkəzinin rəqəmsallaşmasını həyata keçirdik. Eyni zamanda Fields Virtual Education bu İspan təhsil şirkətidir. Onun rəqəmsallaşmasını həyata keçirdik. Yəni biz artıq gündəlik özümüzün böhranlarla üzləşdiyimiz məqamları çox böyük bir gücə çevirdik ki, artıq öz biznesimizdən kənar düşünək və ətrafımızda dəstək ola biləcək bir ekosistem yaradaq. Və məhz buna görə bu təcrübələr və eyni zamanda psixologiya ilə bağlı araşdırdıqlarımı hamısını bunları birləşdirərək şəxsi təcrübəmdə və eyni zamanda mənim çalışdığım müştərilərin həyatına real gətirəcək alətləri mən bu gün vebinarda sizinlə də bölüşəcəm. Bu gün biz danışacağıq stres, narahatlıq, təşviş nədir və onlar arasında əsas fərqlər nədir? Bunları bilmək çox və çox önəmlidir. Nəyə görə? Çünki demək olar ki, çox oxşar emosiyalar yaşaya bilərik, bədəndəki reaksiyalar biz hiss edə bilərik, amma onları ayırmaq çox və çox önəmlidir. Təşviş pozuntusu özünü necə göstərir? Məsələn, təşvişə sağlam reaksiya nədir, qeyri-sağlam reaksiya nədir? Bunları ayırmağı öyrənəcəyik və eyni zamanda biz necə onu düzgün şəkildə, hansı alətlərlə biz onları idarə edə bilərik? Bunu da bugün biz sizlə öyrənəcəyik. Ümumiyyətlə, stres nədir? Bu ilk növbədə bizim bədənimizdə və beynimizdə başlayan bu ə, təhlükə siqnalları ilə başlayan bir reaksiyalardır. Hansı ki, mən bir real bir təhlükə görürəm hal-hazırda. Hal-hazırda həmin o təhlükədən ya qaçmaq üçün, ya donma reaksiyasını seçirəm ki, sağ qalmaq üçün və yaxud da mən hücum pozisiyasına keçid edirəm ki, həmin o stresə mən reaksiya verim. Yəni mənim bədənim artıq hazırlıq bir vəziyyətinə, bir rejimə keçir ki, artıq hal-hazırda nəsə ciddi bir şey baş verir. O mənim həyatımı müəyyən bir təhlükə yarada bilər və həmin o təhlükəyə müəyyən bir reaksiya vermək üçün stresə reaksiya vermək üçün mənim bədənimdə müəyyən bir proseslər baş verir və bu stres əslində bizim sağ qalmağımız üçün indiyənə kimi min illər boyunca bizə xidmət göstərib, onun sağlam tərəfi də var, qeyri-sağlam tərəfi də var və bunları hamısını biz sizinlə müzakirə edəcəyik. Ümumiyyətlə, bu sikl necə baş verir? Birincisi, biz təhlükəli olan bir trigger görürük. Təhlükə görürük, hansı ki, bu bizi tətikləyir. Məsələn, biz meşə ilə gedirik, bir heyvanla üzləşdik və yaxud da hər hansı bir hadisə baş verir, hansı ki, bizə potensial bir təhlükə yarada bilər. Və bizim beynimizdə avtomatik təhlükəlidir bu siqnal ötürülür ki, bizim bədənimizdə artıq buna hazırlıq olaraq müəyyən bir hormonlar ifraz olunur və həmin o hormonlar bizə özü kömək edir ki, bizim simpatik sinir sistemimiz işə düşsün. Bizim sinir sistemimiz iki ən vacib elementə bölünür. Simpatik və parasimpatik sinir sistemi. Simpatik sinir sistemi daha çox bu məsələn, hərəkət etməklə bağlıdır, təzyiq göstərməklə bağlıdır bizim əzəllərimizə və gərginliklə bağlıdır ki, hansı ki, o gərginlik bizim sağ qalmağımıza kömək edir. Və bizim simpatik sinir sistemimizə siqnalı gəlir beyindən təhlükə siqnalı gəlir ki, ya biz hücum edirik, ya biz qaçırıq, ya da biz donma rejimində oluruq. Daha sonra biz həmin o siqnallardan və situasiyadan asılı olaraq, bizə öyrədilən bacarıqlardan asılı olaraq, bizə keçmiş təcrübələrdən asılı olaraq biz artıq hərəkətə keçirik. Və biz artıq bizim bədənimizdə müəyyən bir metabolik proseslər baş verir, hansı ki, bu kortizol və adrenalin hormonların fəaliyyəti ilə və təsiri ilə baş verən bir proseslərdir ki, bizim enerjimiz qalxır və həmin o enerjinin qalxması bizə kömək edir ki, biz həmin o situasiyaya reaksiya verək. Və daha sonra həmin o tətikləyən vəziyyətdən ya qaçandan sonra, ya o artıq o təsiri bizə azaldandan sonra biz artıq normal vəziyyətə qayıdırıq. Və əslində bu sağlam stres siklidir ki, hansı ki,
biz stres zamanı bizim bədənimizdə bu cür proseslər baş verəndə biz qida və reproduktivlik haqqında çox və çox az düşünürük. Çünki demək olar ki, bu funksiyalar bizdə çox demək olar ki, söndürülür. Çünki bədənin əsas funksiyası burada, əsas məqsədi burada sağ qalmaqdır və məhz buna görə bizim üçün vacibdir ki, hal-hazırki anda biz stressdən xilas olaq. Yəni bu tətikləyən məqamdan xilas olaq və stress özü bizə çox böyük bir alət verir ki, biz həmin o situasiyalardan yeni bir bacarıqlar özümüzdə formalaşdıraq və bu normal sağlam stres siklidir və bu stres siklinin sonunda hər zaman dayanır normal vəziyyətə qayıdış. Və biz daha sonra biz özümüz də görəcəyik ki, məsələn, uzun müddət biz qeyri-müəyyənlikdə olanda, uzun müddətdə biz reallığı hər zaman bizi tətikləyən, təhlükə törədəcək hadisələrlə biz bunu qəbul edəndə, bizdə artıq yavaş-yavaş təşviş hissi güclənməyə başlayır. Biz stresi sağlam şəkildə yaşayanda, stresi yaşadıq, normal vəziyyətə qayıdırıq, bizdə təşviş, narahat edən bizi fikirlər, həmin o emosiyalar, o artıq qaldı geridə, hansı ki, stres zamanı bu daha çox pik vəziyyətdə idi. Normal vəziyyətə qayıdırıq, bizim bədənimizdə parasimpatik sinir sistemi işə düşür. Biz başlayırıq relaks olmağa, biz başlayırıq dincəlməyə və biz normal vəziyyətə qayıdırıq. Nə vaxt bu xroniki bir stresə çevrilir, bizdə artıq müəyyən bir emosional yorğunluq, tükənmişlik baş verir, diqqət dağınıqlığı baş verir. Biz bir şeyə fokus olmaqda çətinlik çəkirik və eyni zamanda bu bizdə yuxu ilə bağlı bir çox problemlər də gətirir. Çünki biz davamlı şəkildə bizim bədənimiz, sinir sistemimiz özünü davamlı şəkildə təhlükə rejimində görür. Və qorxu, məsələn, stresslə bağlı, onunla bağlıdır ki, sağlam stres siklində o qorxunun olması normaldır. Çünki indi hal-hazırda mən təhlükə görürəm, mən o təhlükədən qurtulmalıyım və ona qalib gəlməliyəm. Təşviş isə gələcəkdə ola biləcək təhlükədən qorxudur. Hansı ki, biz bilmirik o təhlükə olacaqmı yoxsa yox, amma biz özümüz özümüzə artıq siqnallar ötürürük ki, bu ola bilər və biz artıq o stres siklini davamlı şəkildə öz bədənimizdə yaşatmağa başlayırıq. Və bayaq da qeyd etdiyim kimi, həmin o qeyri-sağlam stres siklində nələr baş verir? Sağlam stres siklində hər şey baş verir. Daha sonra məsələn də biz həmin o situasiyanı davamlı şəkildə, xroniki şəkildə biz görəndə bizdə qeyri-müəyyənlik formalaşır. O bizdə təşviş hissini, reaksiyalarını gücləndirir və bu təşvişin özü əlavə olaraq yenidən bir sikl olaraq beynimizi təhlükə siqnalı, yəni ötürür. Yəni elə bil bizdə kritik vəziyyətdir, sonra beyndə təhlükə siqnalı gəlirsə, daha sonra digər siklın hissələri gəlirsə, qeyri-müəyyənlik olanda və biz düşünəndə ki, bu situasiyadan biz sağ çıxa bilməyəcəyik, görəsə nə vaxt çıxacaq, görəsə bu nə vaxtsa məsələn də qurtaracaqmı? Bizdə qeyri-müəyyənlik bizi çox narahat edir, təşviş hissi formalaşır, reaksiyalar bədəndə baş verir və bu yenidən bədənə təhlükə siqnalı göndərir və bu yenidən kortizol, adrenalin yenidən işə düşür, daha çox ifraz olunur və yenidən biz simpatik sinir sistemini işə salmış oluruq. Parasimpatik sinir sistemi işə düşmür, çünki biz normal vəziyyətə qayıda bilmirik və biz dincələ bilmirik, bədənimizi dincəldə bilmirik və bizim bədənimiz də davamlı şəkildə stres vəziyyətdə olanda bu eyni zamanda bir çox fiziki və əlavə mental yüklərə də səbəb olur. Ümumiyyətlə, stres, təşviş və narahatlıq arasında əsas fərqlər nədən ibarətdir? Stres konkret bədənin reaksiyasıdır. Mən bir təhlükə görürəm və çox vaxtı mən zehni olaraq bunu çox düşünmürəm. Çünki bu bədənimin dərhal məni sağ qalma instinktinə uyğun olan bir alqoritmi işə düşür ki, okey, mən bir potensial mənim üçün bir təhlükə görürəm hal-hazırdakı olan anda və mənim bədənim artıq reaksiya verir. Təşviş onunla bağlıdır ki, hal-hazırda hər şey yaxşı ola bilər. Potensial mənim üçün heç bir təhlükə yoxdur. Amma mən düşünürəm ki, qeyri-müəyyənlikdəyəm ki, təhlükə ola bilər və həmin o düşüncəyə görə, o negativ, avtomatik negativ fikirlərə görə mən artıq bədənimə emosional və digər fiziki reaksiyaları işə salmış olurum. Yəni təşviş daha çox bizdə emosiyalarla bağlıdır və bədənimizdə fiziki reaksiyalarla bağlıdır. Hansı ki, potensial heç bir təhlükə yoxdur, amma biz özümüz beynimizə bu siqnalları ötürürük ki, bu ola bilər və avtomatik şəkildə bizim bədənimizdə bu baş verir. Narahatlıq isə stres və təşviş arasında bir körpüdür. Nə baxımından körpüdür? Narahatlıq
O deməkdir ki, məsələn də mən ancaq və ancaq düşüncə səviyyəsində düşünürəm potensial bir problem haqqında, potensial bir təhlükə haqqında. Hələ məndə emosiyalar güclü məni hələ tutmur. Hələ mənim bədənimdə reaksiyalar o qədər də çox güclü deyil. Məndə hələ fikir formalaşır ki, gələcəkdə nəsə pis bir şey ola bilər, təhlükəli bir şey ola bilər və əgər mən bu narahatlığa kritik yanaşmıramsa, əgər mən buna sağlam reaksiya vermirəmsə, bunun növbəti etapı təşviş olur və çox güclü bir şəkildə bizi bürüməyə başlayır. Ümumiyyətlə təşviş özü çox normal bir reaksiyadır. Nə yaxşı ki, bizim həyatımızda təşviş var, nə baxımından. Çünki təşviş bizi sağ qalmağa, eyni zamanda bizim inkişafımızda çox vacib bir rol oynayır. Və təşviş eyni zamanda bizim psixikamızı inkişaf etdirmək üçün ən vacib alətlərdən biridir. Nəyə görə? Çünki biz nə vaxt təşvişə düşməyə başlayırıq? O vaxt ki, biz düşünürük ki, biz bu problemi həll edə bilmirik. Biz bu təhlükə ilə üzləşə bilmirik. Və yeni problemlə üzləşmə nə deməkdir? Biz buna sağlam yanaşanda bizim psixikamızda yeni strukturlar formalaşır və biz yeni problemləri həll etməklə bağlı yeni alətlərlə tanış oluruq. Və həmin o yeni alətlərlə tanış olmaq bizi daha psixoloji şəkildə güclü və dayanıqlı edir fərqli böhranlara qarşı. Və məhz buna görə ilk dəfə təşviş insan öz həyatında 6-8 ay arasında olan bir dönəmdə bunu özündə formalaşdırmağa başlayır. Nəyə görə? Çünki o artıq dünyanı kəşf etməyə başlayır. O artıq fərqli, onun psixikasında yeni strukturlar formalaşmağa başlayır və onun ətrafındakı olan insanların ona qarşı olan reaksiyalarına uyğun olaraq sırf təşvişə olan reaksiyalarda sırf həmin o körpə vaxtında baza olaraq onda formalaşır. Yəni təşviş əslində bizim inkişafımız üçün ən vacib komponentlərdən biridir. Çünki təşviş nə deməkdir? Bir problem var, demək ki, onu həll etmək lazımdır. Və o təşviş nəyə görə formalaşır? Çünki biz indiyənə kimi həmin o problemlərlə üzləşməmişik. Bizim heç bir təcrübəmiz olmayıb və təşviş özü bir siqnaldır. Necə ki, biz bir qidanı əldə etmək üçün ac oluruq və aclıq hissi bizə gəlir. O bir alətdir ki, biz gedək, həmin o aclıq ehtiyacını biz özümüzdə ödəyək. Təşviş də həmin o güclü alətlərdən biridir ki, buyur, sənin qabağında bir böhran var, sənin qabağında bir problem var və sən onu həll etməlisən. Təşviş bir ehtiyacdır ki, bizim psixikamızda yeni strukturlar formalaşsın və biz yeni alətləri özümüzdə kəşf edək, onları bir bacarıq kimi formalaşdıraq və yeni bizdən indiyənə kimi təcrübələrimizdən daha güclü olan bir problemləri həll etmə bacarığını özümüzdə inkişaf etdirək. Təşviş ümumiyyətlə baxsaq kənardan biz görəcəyik ki, əslində bu necə formalaşır bizdə. İnsan üçün qavrama bacarıqları hər bir insanın çox fərqlidir və bir təhlükəli hadisə fərqli insanlar tərəfindən çox fərqli cür qavrana bilər. Məsələn, bir qəza olsun, 5 nəfər həmin o qəzanı keçirsə belə, 5 nəfər bu qəzaya çox fərqli bir perspektivdən baxacaq və bu hadisənin özünü reallıq birdir, situasiya birdir, amma insanların keçmiş təcrübələrinə görə, psixoloji xüsusiyyətlərinə görə, genetik xüsusiyyətlərinə görə, beyində baş verən biokimyəvi xüsusiyyətlərə görə, keçmişdə baş verən hər hansı bir travmatik hadisələrə olan yanaşmalara görə hər bir insanın reallığı qavrama xüsusiyyəti çox fərqlidir. Və eyni zamanda hər bir insanda təşvişin nə qədər aşağı, nə qədər yüksək olması situasiyanın həmin o təhlükəli olmasının qavrama ehtimalı və eyni zamanda həmin o təhlükənin özünün nə qədər dəhşətli olması ilə bağlıdır. Yəni birinci etap budur. İkinci etap isə onunla bağlıdır ki, bir insan nə qədər həmin o təhlükəli situasiya ilə baş-başa gələ bilər, nə qədər o problemi özü müstəqil şəkildə həll edə bilər və plus, əgər özü müstəqil şəkildə həmin o problemi həll edə bilmirsə, nə qədər o açıqdır kömək istəməyə, nə qədər o açıqdır dəstək istəməyə və eyni zamanda əgər onun həqiqətən də real ehtiyacı varsa, xilas olunmağa kimsə tərəfindən özü görsə ki, onun gücü çatmır. O nə qədər açıqdır bu haqda açıq şəkildə bölüşməyə. Və nə qədər insan bu ikinci etap həll edə bilmə bacarığı, bunu nə qədər özündə qavrayır, nə qədər özündə bunu inkişaf etdirir və nə qədər çox o digər insanların köməyinə müraciət edirsə, nə qədər o onda yüksəkdirsə, o qədər onun təşviş hissi daha azdır.
Əgər bir insan keçdiyi həyat yoluna görə, təcrübələrə görə və yaxud da fərqindəliyin az olmasına görə və yaxud da öz ailəsində gördüyü yetişmə modelinə görə, əgər təhlükənin insan tərəfindən qavrama ehtimalı həddindən artıq yüksəkdirsə, yəni biz daha çox dramatikləşdiririksə bir situasiyanı, həmin o problemi, həmin o situasiyanı həddindən artıq çox özümüzdən böyük görürüksə və o təhlükəni həddindən artıq çox dəhşətli görürsə, təşviş hissi bizi bürüməyə davam edəcək. Bizim koqnitiv düşüncə tərzimizi, yəni qabiliyyətlərimizi yavaş-yavaş azaltmağa çalışacaq. Bizim limbik sistemimiz işə düşəcək və bir çox biz qərarları bəlkə də qeyri-sağlam şəkildə, emosional şəkildə verəcəyik. Hansı ki, bu uzun müddətli bir şəkildə bir çox zamanlarda bizdə o qədər də xoş olmayan nəticələr də gətirə bilər. Və məhz buna görə bu iki etapı bizim üçün yadımızda saxlamaq çox önəmlidir ki, biz bu təşviş hissi əsasən necə formalaşır insanda, yəni riyazi baxsaq buna, belə bir şəkildə biz özümüz üçün də bunu təsəvvür edə bilərik. Təşvişə ümumiyyətlə sağlam yanaşma nədən ibarətdir? Hansı ki, həmin o insanlar çox vaxtı ya ailəsində emosiyalarını idarə etməkdə, emosiyalarını adlandırmaqda, emosiyaları sağlam şəkildə yanaşmaq, böhranlara, çətin problemlərə sağlam şəkildə yanaşmanı onlara bir bacarıq kimi əgər öyrədirlərsə həmin şəxslərə və yaxud da onlar özləri müəyyən bir həyatdakı proseslərdən bunu öyrənirlərsə, onlar bunu qəbul edirlər. Onlar qəbul edirlər ki, narahatlıq normaldır. Təşviş də normaldır. Mən bunu qəbul edirəm. Bu elə belə məndə bir hiss olaraq, bir reaksiya olaraq məndə formalaşmır. Mən bunu avtomatik şəkildə özümü problemli bir şəxs kimi görmürəm. Mən bunları yaşamağa özümə icazə verirəm. Mən icazə verirəm ki, bədəndə bu reaksiyalar baş versin. Mən amma bir problemi görəndə mən o problemi çox düşünmürəm. Əgər məndə təşvişə sağlam yanaşma formalaşırsa, mən problemi həll etmək üçün konkret hərəkət edirəm. Öz kontrolumda olan bir fəaliyyətləri edirəm. Lazım olsa mən kiminsə dəstəyindən yararlanıram ki, o problem həll olunsun. Və o problem də həll olunur. Çünki mən həddindən artıq çox problemi düşünəcəmsə, bu mənim təşviş hissimi gücləndirəcək. Çünki həqiqətən də bizim reallıq haqqında olan bəzi fikirlərimiz bizdə həmin o emosional və bədəndəki fiziki reaksiyaları gücləndirə bilər. Və daha sonra həmin o problem, böhran hadisəsi bitir və biz qayıdırıq normal vəziyyətə və normal vəziyyətdə mən nə narahat oluram, nə özümə təşviş üçün problem axtarıram, nə də məndə təşviş hissi olmur. Mən qayıdıram normal vəziyyətə. Mənim parasimpatik sinir sistemim işə düşür, mən dincəlirəm və mən normal qaydada öz həyatıma davam edirəm. Hansı ki, bizim həyatımız zaten bu etaplardan ibarətdir. Bizim həyatımız heç vaxt 100% nə normal vəziyyətdədir, nə də 100% ancaq böhranlardan ibarət deyil. Amma təşvişə sağlam yanaşan insanlar bu enişləri və yoxuşları olduğu kimi görür. Məsələn, yoxuşlarda narahatlığı, təşvişi olduğu kimi yaşayır, qaçmır o emosiyalarda, lazım olanda o problemi həll etmək üçün əlindən gələni edir və problem həll olunur. O qayıdır, yəni məsələn də enişli bir vəziyyətə, hansı ki sayılır normal bir vəziyyət. O artıq yüksək bir emosiyalarla, yüksək pozitiv emosiyalarla həyatına davam edir. Təşvişə qeyri-sağlam yanaşma nə deməkdir? Biz daim narahatlıq üçün, təşviş üçün, özümüz üçün situasiyalar axtarırıq, səbəblər axtarırıq ki, bizdə bu təşviş və stres olsun. Və bizim bütün həyatımızın mənası sanki ancaq narahat olmaqdan ibarətdir. Yəni hal-hazırda hər şey sakit olsa da belə, bizim beynimizdə avtomatik şəkildə fikirlər formalaşır ki, görəsən nə baş verir? Görəsən hal-hazırda hər şey yaxşıdırmı? Görəsən məsələn mən bunu etsəm belə olarmı? Yəni hər hansı bir boşluqdan biz özümüz müəyyən bir situasiyalar və problem yaradırıq və bu bizdə artıq təşvişlə bağlı emosiyalar və bədənimizdə reaksiyalar formalaşdırır. Onlara görə həyat sıxıcıdır. Əgər narahatlıq, stres və təşviş yoxdursa. Onlar üçün sadəcə bir yerdə oturmaq, sakit bir yerdə oturmaq çox və çox çətindir. Çünki onlar öyrəşməyiblər. Sinir sistemi öyrəşməyib bu rejimə. Sinir sistemi o qədər öyrəşib ki, daima mən təhlükədə olum, daima mən təşvişdə olum. Artıq biz sakitlikdə olanda avtomatik bizdə bir reaksiyalar baş verir. Görəsən, bu sakitlik hər hansı bir bəlanın siqnalı ola bilərmi? Görəsən mən sakit olmalıyam mı? Bəlkə bundan sonra hər hansı bir neqativ hadisələr olacaq. Yəni biz özümüzdən
Oturduğumuz yerdən hətta belə təşviş və narahatlıq üçün bir situasiyalar yaradırıq. Və eyni zamanda təşvişə olan qeyri-sağlam yanaşma özünü elə göstərir ki, biz problemi özümüzdən qat-qat çox görürük. Biz problemin yanında özümüzü çox kiçik görürük. Və biz özümüzü o kiçik gördüyümüz üçün hansı ki, keçmiş təcrübələrlə formalaşan bir düşüncə tərzidir. Mən daim problem haqqında düşünürəm. Mən daim o problem haqqında fikirlərimdə onu fırladıram. Və o problem, real problem həll olunmadığı üçün bu mənə əlavə mental yüklər formalaşdırır və əlavə mental yüklər də nə deməkdir? Yenidən təşviş. Təşviş yüksəlir, təşviş hissi yenə də yüksəlir və davamlı şəkildə bu siklda davam edir. Və təşviş də məndə yüksəkdirsə, mən yenidən problemi real olaraq həll edə bilmirəm. Və bu sikl qapalı şəkildə məni idarə etməyə davam edir. Ümumiyyətlə, təşviş pozuntusu dünyada 30-35% insanlardan özünü göstərir. Düzdür, mən insanlara diaqnoz qoymağı, diaqnoz baxımından, kiməsə ad qoymaq baxımından mən çox xoşlamıram. Lakin belə bir artıq araşdırmalar və sübutlar da var ki, təşviş pozuntusuna qalib gəlmək mümkündür. Təşviş pozuntusu üzərində işləmək mümkündür və bunun fərqində olmaq çox və çox önəmlidir ki, biz öz həyatımızı asanlaşdıraq və eyni zamanda ətrafdakı olan şəxslərin də həyatına əlavə problemlər yaratmayaq. Çünki təşviş pozuntusu olan insanların bir çoxlarında o qədər bu hisslər çox güclüdür ki, onlar sakit yerdə digər insanların da məsələn də komfortunu, harmoniyasını, huzurunu, sükutunu da rahat şəkildə poza bilirlər və çox vaxt onlar bunun fərqində olmurlar və yaxud da fərqində olsa da belə düşünürlər ki, onlar heç vaxt dəyişə bilməzlər və məhz buna görə bunun fərqində olmaq, bu necə simptomlarla, əlamətlərlə özünü göstərir, bunu bilmək çox və çox önəmlidir. Təşviş pozuntusunun əsas əlamətləri nədən ibarətdir? Mənim beynimdə yaratdığım, düşündüyüm problemlər və mənim həyatımda real problemlər arasında mən sərhəd görmürəm. Və mən o qədər fokuslanıram mənim beynimdə özümün yaratdığım, düşündüyüm problemlərə, mənim həyatımdakı olan real problemlər qalır kənarda. Mənim enerjim çatmır, nə fiziki və mental enerjim çatmır ki, mən real həyatımda olan məqsədlərimlə bağlı, öhdəliklərimlə bağlı, məsuliyyətlərimlə bağlı olan real problemlərə mən fokuslanam. Və artıq təşviş təhlükə haqqında siqnal funksiyası yerinə yetirə bilmir. Niyə? Çünki biz daim təşvişdəyik. Biz artıq bilmirik ki, təhlükə nədir, təhlükəsizlik nədir. Çünki bizim üçün adicə təhlükəsiz yerdə belə sakit oturmaq bizim üçün ən böyük lüksdür. Biz buna öyrəşməmişik. Bizim sinir sistemimiz buna öyrəşməyib. Və hər hansı bir yeni addım olanda, istənilən bir mövzuda, yeni bir mövzu olsun, yeni bir addım olsun, yeni bir qərar olsun, hər zaman bu fikirlər gəlir. Birdən alınmazsa, birdən bu baş verərsə, mən adicə evdən çıxıramsa, həddindən artıq çox bu fikirlər gələ bilər ki, bəlkə mən tokdan nə isə çıxardım. Hansı ki, bunun sağlam tərəfi var ki, biz öz təhlükəsizliyimi təmin etməliyik, amma eyni zamanda biz həddindən artıq çox bunu başlayırıq bunun üzərində düşünməyə. Bu artıq bizim huzurumuzu əlimizdən almağa başlayır. Birdən alınmazsa, birdən bu baş verərsə, demək olar ki, hər bir şeyə aid, həyatımızda olan bütün anlara aid demək olar ki, biz bu sualı veririk və bizim beynimiz hər zaman düşünür, bizim beynimiz hər zaman bu suallara cavablar axtarmağa çalışır. Amma burada maraqlı məqam nədən ibarətdir? Hər hansı bir bizə qorxulu gələn bir situasiyada da belə, biz bu sualı verəndə belə birdən alınmazsa, birdən bu baş verərsə, biz dərinliyə getmirik. Biz sadəcə bu sualları veririk və bu emosiyaları əldə edirik. Təşvişlə bağlı emosional reaksiyalar, fiziki reaksiyalar və biz dərinə getmirik. Birdən alınmazsa nə baş verə bilər? Niyə baş verə bilər? Mən bunun qarşısını necə ala bilərəm? Nə edə bilərəm ki, bu risklərini mən azaldım? Mən bunu artıq analitik, dərin bir şəkildə özümə suallar vermirəm ki, mən artıq həmin o emosiyaları azaltmaq üçün bu kognitiv funksiyaları mən işə salım və artıq situasiya mən real baxım ki, mən nə edə bilərəm, mən nə edə bilmərəm, mənim kontrolumda nədir, mənim kontrolumdan kənar nədir və çox vaxtı bizə bu öyrədilməyib deyənə biz situasiyaların analizinə dərin getmirik. Biz sadəcə dedik ki, birdən alınmazsa, birdən bu baş versə panikaya düşürük, təşviş, bədənimizdə fiziki reaksiyalar və onunla da biz günümüzə davam edirik və real problemlərin həllində biz artıq o enerjini verə bilmirik. Həmin o məqsədlərimizə, istəklərimizə və problemlərin həllinə çatmaq üçün. Və biz həmin o problemdən kognitiv qaçırıq. Düşüncə baxımından biz qaçırıq. Biz real problem görürük. Situasiyanı analiz eləmək lazımdır. Amma biz ondan düşüncə olaraq biz qaçmağa çalışırıq. Və eyni zamanda nəyə görə təşviş pozuntusu bu qədər yüksəkdir faiz olaraq dünyada? Çünki
günahkarlıq və borcluluq hissi çox yüksəkdir. Hansı ki, bu mədəni kodlar tərəfindən bu bizə yeridilir. Bu ailə modeli tərbiyə tərəfindən bu bizə yeridilir. Öz fikirlərimizi ifadə etməkdə çətinlik çəkirik. Öz bədənimizin və mental ehtiyaclarımızı ödəməyi, onları dinləməyi bizə öyrətmirlər və çox vaxtı bizə deyirlər ki, sənin ehtiyacların o qədər də çox önəmli deyil, sən ancaq digərlərin ehtiyaclarına xidmət göstərməlisən. Və eyni zamanda dünya haqqında bu modellər, bu mədəni kodlar və eyni zamanda bunun sayəsində biz müəyyən bir ssenarilərlə dünyaya gedirik. Həmin o filtrlarla reallığa baxırıq. Həmin o filtrlarla reallığa baxdığımız üçün bizdə neqativ təcrübələr formalaşır və həmin o neqativ təcrübələr həm mədəni kodlar, həm bizə ailə tərbiyəsi tərəfindən bizə ötürülən dünya, insanlar haqqında neqativ fikirləri gücləndirir və dünya və insanlar haqqında neqativ fikirlər gücləndikcə bizdə təşviş hissi də yüksəlməyə davam edir. Bunlar hamısı bir-birinə bağlı olan proseslərdir. Və eyni zamanda güclü avtoritar fiqurun təsiri, hansı ki biz bu ailə modeli ilə biz böyüyəndə həmin o güclü avtoritar fiqur, valideyn fiquru hər şeyi biləndir, bizə səhv etmək olmaz, biz heç vaxt öz səsimizi çıxarda bilmərik və həmin o güclü avtoritar fiqurun səsi o qədər bizim üçün güclüdür ki, biz o səsdən çıxmağı belə özümüz üçün qorxulu hesab edirik, təhlükəli hesab edirik və hər hansı bir qərarların qəbul edilməsində o qədər həmin o səs bizdə özgüvənsizlik yaradır ki, biz hər hansı bir hərəkəti etməmişdən əvvəl o qədər özümüzdən şübhələnirik ki, bu da əlavə bizdə təşviş formalaşdırır. Ümumiyyətlə, qısa müddətli təşvişi idarə etmə həll yolları nədən ibarətdir? Və bu gün də mən sizə həm uzun müddətli fundamental, həm də qısa müddətli təşvişi idarə etməklə bağlı mən sizinlə bölüşəcəm. Efir yağları çox və çox effektiv üsullardır. Məsələn, birdən hiss edirsiniz ki, təşviş məsələn də sizi bürüyür, sizi idarə edir. Kopay və efir yağı hər zaman sizin yanınızda olsun. Panik ataklar, təşviş, stres həddindən artıq çox yüksək olanda siz hər zaman onu sumkanızda, çantanızda, yanınızda hər zaman onu saxlayın. Onu qoxlayan kimi, onun həqiqətən də bu elmi sübut olunmuş olan bir alətdir ki, bir çox zamanlarda, böhran situasiyalarda bu yağı verirlər və həqiqətən də insan sakitləşir və indiki ana, yəni artıq fokuslanır. Yürüyüşə çıxmaq, əgər hər hansı bir məsələdə hiss edirsiniz ki, sizdə təşviş var, təbii ki, burada çox fərqli bir situasiyalar ola bilər. Bəzi insanlar üçün belə yürüyüşə çıxmaq belə, insanların qabağına çıxmaq belə çox yüksək təşvişlə assosiasiya olunur və burada çox önəmlidir. Mən özümü harda təhlükəsiz hiss edirəm ki, mən orada yürüyə bilim və yürüyüşə çıxmaq, bu fiziki enerjinin qaldırılması, eyni zamanda biz artıq başlayırıq hərəkət etməyə və istərsəməz bizim beynimiz sakitləşməyə başlayır və biz artıq fokusumuzu başqa bir yerə artıq başlayanda yönəltməyə yavaş-yavaş o təşviş hissi də bizdə azalmağa başlayır. Nəfəs texnikaları çox fərqlidir. YouTube-da da siz onları izləyə bilərsiniz və nəfəs texnikaları özü ən elmi sübut olunmuş texnikalardan biridir ki, biz təşvişi sinir sistemə sırf təsir etmək baxımından ona onu gücləndirmək baxımından ki, okey, mən nəfəslə öz kontrolumu idarə edə bilirəm, mən bu kontrolu edə bilirəm və bu nəfəs texnikaları özü belə bizə fiziki şəkildə də bədənimizdəki reaksiyaları idarə etməyə öyrənir. Nəyə görə eyni zamanda təşviş bu qədər yüksəkdir insanlar arasında? Çünki biz fiziki hərəkətləri azaltmışıq, idmanı azaltmışıq. Və çox vaxt təşvişin özü nə ilə bağlı ola bilər? Bizim daxilimizdə uzun müddət pasiv aqressiya formalaşır. Biz nə isə cavab verə bilmirik. Biz hər hansı bir ehtiyac və istəklərimizi reallaşdıra bilmirik. Bizdə özümüzə qarşı və dünyaya qarşı pasiv aqressiya formalaşır. Və pasiv aqressiya bizim bilmədiyimiz bir çox situasiyalarda da belə hər hansı bir tetikləyən bir məsələlərlə də bağlı özünü təşviş formasında da özünü göstərə bilər. Və məhz buna görə fiziki hərəkətlərlə məşğul olmaq, idmanla məşğul olmaq, hansı ki sizin üçün təhlükəsizdir. Siz hər biriniz özünüz bilirsiniz ki, sizin məsələn elə insanlar var ki, bəzi idman növləri onlar üçün daha təşvişlidir. Təbii ki, onlara getmək olmaz. Çünki siz təşvişi idarə etmək üçün sizin üçün önəmlidir ki, sizin üçün təhlükəsiz bir mühit olmalıdır ki, orada təşviş güclənməsin, təşviş azalsın. Və məhz buna görə biz özümüzə sual veririk. Mən hansı, məsələn, bəzi insanlar üçün rəqs onlara terapevtik təsir göstərir ki, təşvişi azaltsınlar və eyni zamanda sinir sistemi fiziki şəkildə onlar özündə bunu inkişaf etdirsinlər. Çünki biz bədənlə də işləyəndə bu psixika ilə onlar birbaşa bağlı olduğu üçün bizim psixologiyamıza da bu təsir göstərir. Və eyni zamanda ən effektiv, hətta panik ataklarda da bu ən effektiv həll yollarından biri
5-4-3-2-1 texnikasıdır. Nə deməkdir? Hiss edirsiniz ki, sizdə çoxlu güclü bir panik atak var və yaxud da təşviş var. Baxırsınız, hal-hazırda siz otaqdasınız. 5 gördüyünüz predmetin adını səsləndirirsiniz. Məsələn, mən pərdə görürəm, mən pəncərə görürəm, mən stul görürəm, mən divan görürəm. Bir-bir adlandırırsınız. Sonra 4 eşitdiyiniz səslər, hansı səsləri eşidirsiniz? Məsələn, əgər pəncərədən quşların səsi gəlirsə, bunu eşidirsiniz. Arının səsi gəlirsə, bunu səsləndirirsiniz. Səsləndirirsiniz nəyə görə? Çünki bu vacibdir ki, siz səsləndirdikcə sizin kognitiv düşüncə tərzi artıq çıxır önə, limbik sistem artıq yavaş-yavaş azalır. Çünki panik atak və təşviş olanı biz həddindən artıq çox emosional bir vəziyyətə düşürük. Və məhz buna görə bunu adlandırmaq, müşahidə etmək, indiki ana qayıtmaq, səsləndirmək yavaş-yavaş bizi bu ana saxlamağa kömək edir. Daha sonra 3 toxuna biləcəyimiz əşyalar. Hansı əşyalara mən toxuna bilərəm? Burada artıq kinetik yanaşma var ki, məsələn, mən otağımda telefon görürəm, mən otağımda kompüter görürəm. Bir-bir onlara toxunuram və onlara adlandırıram. 2. Hiss etdiyimiz qoxular. Hal-hazırda olduğum yerdə hansı qoxuları hiss edirəm? Məsələn, hər hansı bir şamın qoxusudur və yaxud da məsələn də parfüm qoxusudur. Onları hiss edirəm, fərqində oluram və onları adlandırıram. Və eyni zamanda bir, hansı ki dadla bağlıdır, hansı ki bu bütün bizim hiss etmə reseptorlarımızı işə salır və biz onları həm hiss edirik, bu anı yaşayırıq, həm də onları adlandırırıq. Və bu texnika eyni zamanda panik ataklarla bağlı istifadə olunan, insanları sakitləşdirən ən güclü texnikalardan biridir. Və eyni zamanda bir çox vaxtlarda mineral və hormonları yoxlamaq çox və çox önəmlidir. Sizin tanıdığınız həkimlər varsa, endokrinoloqlar, hansı ki, onlar hormonal sistemi sizdə yoxlaya bilərlər. Çünki hormonlar əgər harmoniyada deyilsə, yəni düzgün şəkildə idarə olunmursa, düzgün şəkildə bizim bədənimizin ehtiyacına uyğun olaraq onlar ifraz olunmursa, bu 100% sinir sisteminin sağlamlığına təsir göstərir. Və məhz buna görə bu mineralları, vitaminləri yoxlamaq çox önəmlidir. Çünki onların çatışmaması bir də bizdə təşvişi gücləndirə bilər, diqqət dağınıqlığını gücləndirə bilər, bizim enerjimizin yüksək olmasına baryer yarada bilər. Və məhz buna görə bu hormonları və mineralları bir yerdə yoxlamaq və çox önəmlidir. Qadınlar üçün menstrual siklı nəzarət etmək çox önəmlidir. Hansı günlərdə sizdə təşviş həddindən artıq çox yüksəkdir, yazılı şəkildə bunları hamısını tracking edirsiniz və eyni zamanda xüsusən menstruasiyadan qabaq bir neçə gün, hardasa 7 gün, 3 gün ərzində bu təşviş hissi bizdə natural olaraq güclənməyə başlayır. Həddindən artıq çoxu hormonlarda dəyişikliklər baş verdiyi üçün bəzən bir adamın dediyi bir söz menstrual siklın başqa günlərində bizə o qədər də emosional təsir göstərməsə də belə, amma sırf həmin o PMS adlanan luteal fazada o bizdə daha çox təşviş hissi oyada bilər, daha çox biz ona həssas yanaşa bilərik və sərt emosional reaksiyalar verə bilərik. Və məhz buna görə çox vacibdir bunun fərqində olmaq. Mən menstrual siklın hansı günlərində necə davranıram və bunu ancaq siz hər gün yazaraq, siklın hər gününü izləyərək və hər aydan bir keçən ayla olan günlərlə müqayisə edərək siz bunun fərqindəliyini qazanıb və bu patronları, bu vərdişləri, bu seçimləri, vərdişləri hamısını dəyişdirə bilərsiniz. Fundamental həll yolları, hansı ki psixoterapiyada istifadə olunur. İnsanlar deyirlər ki, mən bir dəfəlik məsələndə bu problemi həll elədim. Bayaq qeyd etdiyim qısa müddətli təşviş bəzi insanlar üçün bəlkə də o da fundamental ola bilər. Çünki ola bilsin ki, bir hormonal problem və yaxud da hər hansı bir mineralların məsələn də əksikliyi həqiqətən də bu problemi sizdə həll edə bilər. Amma məsələn, əgər tez-tez biz Copaiba efir yağından istifadə ediriksə həyatımızda, həddindən artıq çox tez-tez və yaxud da tez-tez bayaq qeyd etdiyim həmin o texnikalardan biz istifadə ediriksə, demək ki, burada bizim psixikamızda fundamental dəyişiklik olmalıdır. Demək ki, bu ancaq və ancaq həmin o situasiyalarla bağlı deyil. Çünki ola bilsin ki, okey, insanda hər şey normaldır, təşviş hissi o qədər də çox güclü deyil, amma bir dənə gözlənilməz bir situasiya oldu ki, məsələn də həftədə bir dəfə və yaxud da məsələn də ayda bir dəfə Copaiba efir yağı ilə özünü sakitləşdirib, bununla da söhbət bitir. Amma əgər mən hər gün demək olar ki, Copaibadan istifadə edirəmsə, hər həftə mən tez-tez şəkildə bunu istifadə edirəmsə, demək mənim reallığı qavrama ilə bağlı ciddi iş məni gözləyir və burada mən özümü başlamalıyım sorğulamağa. Mənim beynimə hansı neqativ fikirlər gəlir ki, hansı ki məndə bu reaksiyaları formalaşdırır. Və fundamental həll yolları psixoterapiyada nə ilə baş tutur? Real problem zamanı təşviş və narahatlıqla üzləşmə, hansı ki mən real problem yaşayıram, özümdən onu
çıxartmıram, onu düşünmürəm, onu yaratmıram. Real problem zamanı mən təşvişlə və narahatlıqla necə idarə edə bilərəm, necə üzləşə bilərəm və psixikanın bazasını dəyişmək sakit dövrdə. Hansı ki, mən o təşviş dövrünü keçdim, böhran dövrünü keçdim. Mən təhlükəsizlikdəyim, parasimpatik sinir sistemim işə düşür. Sakit dövrdə mən psixikamın bazasını dəyişirəm. Nəyə görə? Çünki əgər həddindən artıq çox mən təşviş, pozuntudan əziyyət çəkirəmsə, mənim psixikam məni necə qəbul edir? Mən bərabərəm təşviş və narahatlığa. Təşviş və narahatlıq mənim psixikamın və şəxsiyyətimin vacib bir strukturuna çevrilir və bu özü mənim həyat keyfiyyətimə çox və çox neqativ təsir göstərir. Və məhz buna görə fundamental həll yolları psixikasının bazasını dəyişməklə bağlıdır. Bu da hansı ki, sakit dövrdədir. Real problem zamanı biz təşviş və narahatlıqla necə üzləşirik? Narahatlığı görürük, onun fərqində oluruq. Özümüz özümüzə deyirik ki, hal-hazırda mənim beynimdə məni narahat edəcək bir fikirlər keçir. O fikirlər hansı fikirlərdir? O fikirlərin səbəbləri nə ilə bağlıdır və mən başlayıram onunla sanki bir obraz kimi yanaşmağa ki, mən artıq başlayıram onu tənqid yanaşmaq. Mən artıq özümü assosiasiya etmirəm narahatlıqla və təşvişlə. Əgər real həqiqətən də problem mövcud deyilsə, yəni hansı ki, çox ciddi bir problem reallıqda mövcud deyilsə, mən sadəcə diqqəti yandırıram. Məsələn, mən görürəm ki, mənim beynim özü-özünə başlayır problemləri yaratmağa. Mən başlayıram daha gözəl bir şeylərə öz diqqətimi yayındırmağa ki, bir neçə dəqiqəlik də olsa, bir neçə saatlıq olsa da belə mənim beynimdəki həmin o fikirlər yavaş-yavaş sönməyə başlasın. Çünki əsas burada məqsəd hər hansı bir real bir problem olanda fikirdən, düşünmədən birbaşa hərəkətə keçməkdir və passiv hərəkətsizliyin qarşısını almaqdır. Çünki ən böyük səbəblərdən biri, fundamental səbəblərdən biri təşvişin bu qədər artmasında bu passiv hərəkətsizlikdir. Hansı ki, onun da bir çox səbəbləri var, amma bizim əsas məqsədimiz bu davranışlarımızın dəyişikliyi ilə biz təşvişi yavaş-yavaş azaltmaqdır həyatımızda. Və eyni zamanda bu suallar bizə dəstək olur. Hər hansı bir situasiyada siz hiss edirsiniz ki, birdən-birə təşviş, məsələn də reaksiyaları sizdə baş verir və narahatlıqla bağlı bu fikirlər sizdə yaranır. Özümüzə bu sual ən pis nə baş verə bilər? Ən pis bu baş verən bu alternativdə, ən neqativ ssenarisi nə ola bilər? Biz özümüzə icazə veririk onu təsəvvür etməyə, biz özümüzə icazə veririk bunu yaşamağa. Sizdə hətta bunu təsəvvür etsəniz də belə müəyyən bir reaksiyalar olacaq, təşviş olacaq, sizdə narahatlıq olacaq. Bunu bədən olaraq özümüzə icazə veririk yaşamağa. Nəyə görə? Çünki biz reallıqdan ən pis ssenarilərlə belə üzləşəndə biz özümüzü itirməyəcək ki, biz təşvişə düşmüşük. Çünki biz hal-hazırda bunun simulyasiyasını edirik, biz özümüzü psixoloji hazırlaşdırırıq və eyni zamanda biz indidən düşünəndə ki, bu ən pis alternativin, ən neqativ ssenarisi nə ola bilər və mən bu situasiyada özüm nə edə bilərəm? Özüm nəyi bu situasiyada kontrol edə bilərəm və əlavə olaraq mən nə edə bilərəm, kimdən kömək istəyə bilərəm? Artıq siz bunu düşünəndə, siz artıq başlayırsınız fərqli perspektivdən bir situasiyaya baxmağa və görürsünüz ki, əslində həmin o situasiya fərqli perspektivdən baxanda o bizi artıq idarə etmir. Biz artıq onu kontrol edirik və biz kontrol illüziyasını biz özümüzdə də formalaşdıranda da belə bizdə bu qeyri-müəyyənliklə bağlı formalaşan təşviş hissi yavaş-yavaş bizdə azalmağa başlayır. Psixikamızın bazasını dəyişmək isə nə ilə bağlıdır? Bu uzun müddətli bir prosesdir. Bu heç vaxt bir seansa, iki seansa həll olunmur. Bu hər gün böyük bir əməkdir. Böyük bir əməkdir nəyə görə? Çünki biz mən bir yaşa kimi yavaş-yavaş illərlə, aylarla formalaşan bir neyron əlaqələrlə idarə olunan bir sistemlə sağ qalmışıq. O sistem bizə necəsə xidmət göstərib. O sistem necəsə bizim sağ qalmağımıza xidmət edib. Və siz biz hər birimiz müəyyən bir modellərlə dünyaya baxmışıq. O modellərlə biz hərəkət etmişik, məqsədlərimizə çatmışıq. Və məhz buna görə birdən-birə nəyisə özümüzdə dəyişdirmək çox çətindir. Və bunun üçün çox güclü bir motiv var. Və əgər insan həqiqətən də təşviş pozuntusuna qalib gəlmək istəyirsə, bunu həyat keyfiyyəti artırmaq istəyirsə, bunu çox güclü bir motiv kimi istifadə edə bilər ki, psixikasının bazasını dəyişsin. Və özümüz, dünya və insanlar haqqında dərin, neqativ fərziyyələri dəyişdirmək. Uşaq vaxtından mənə hansı
dərin neqativ fikirlər məndə formalaşıb. Dünya ilə bağlı, insanlarla bağlı və özümlə bağlı. Bunlara hamısını mən başlayıram kəşf etməyə. Yazılı şəkildə buna baxıram, başqa bir perspektivdən başlayıram həmin o fərziyyələri. Çünki fərziyyə nədir? Fərziyyə istənilən bir fikirdir ki, hansı ki onun 100% necə deyim, elmi bir təcrübəsi yoxdur, onun bir nəticəsi yoxdur. Sadəcə kimsə bunu bizə deyib və biz ona inanmışıq. O sadəcə bir ideyadır ki, bizi çox güclü şəkildə inandırıb. Və məhz buna görə bu fərziyyələri sorğulamaq, bu fərziyyələri çıxartmaq üzə. Çünki biz bunu üzə çıxartmadıqca onlar bizim fərqində olmadan onlar bizi idarə etməyə çalışırlar və həmin o avtomatik neqativ fərziyyələr özümüz, dünyəvi insanlar haqqında bizdə avtomatik həmin o emosional və fiziki bədəndə də reaksiyalar da formalaşır. Yavaş-yavaş özümüzü biz indiyənə kimi əgər öyrəşməmişiksə ehtiyaclarımızı dinləməyi, yavaş-yavaş bu bacarığı biz özümüzdə formalaşdırırıq. Yavaş-yavaş kiçik addımlarla. Ki indiyənə kimi məsələn məndə bu uzun müddət olmuşdu. Mən bunu sonradan öyrəndim. Mən ac qalanda mən məsələn deyirdim ki, mən ac hiss eləmirəm özümü, mən yemək yemək istəmirəm. Və uzun müddət mən öz ehtiyaclarımı dinləməkdən çəkinirdim. Və ən kiçik bir şeylərdir. Məsələn, ac qalmaqdan tutmuş, özümüzə baxımdan tutmuş, hər bir şey kimi sizin real ehtiyaclarınız bədən olaraq, mental olaraq onları dinləməyi və onları doldurmağı öyrənmək. Bu həqiqətən də bizim psixikamızın bazasının dəyişməsində çox böyük bir rol oynayır. Çünki bizə bunu heç kim öyrətməyib. Biz avtopilot rejimində indiyənə kimi yaşamışıq, başqalarına ancaq xidmət etməyə, öz maraqlarımızı, ehtiyaclarımızı dinləməməyə və bizdə çox güclü borcluluq və günahkarlıq hissi formalaşır və bu da təşvişin ən fundamental səbəblərindən biridir. Səhv etmək qorxusu ən güclü qorxulardan biridir təşviş pozuntusu ilə bağlı. Və həmin o avtoritet fiqurlar bayaq bu gün mən söylədiyim, onlar bizə o qədər yeridiblər bu kodları və bu bizim mədəni kodlarımızda da var ki, səhv etmək olmaz, biabır olacaqsan, sənə hamı güləcək, sən bunu etsən, bu 100% kiməsə təhlükəli olacaq və s. və s. və biz yavaş-yavaş səhvlərə yanaşmamızı dəyişirik. Çünki hər kəs səhv edir, bu normaldır. Və səhvlər olmasa biz heç vaxt inkişaf etmirik və təkamül etmirik. Və bu dünyada hər bir şey səhvlər vasitəsilə təkamül edir. Və elə bir insan yoxdur ki, dünyada ümumiyyətlə səhvsiz yaşasın. Ona görə də məhz buna görə səhvlərə yanaşmanı dəyişir. Səhvlərlə bağlı hansı kodlar mənə yüklənilib, hansı emosiyalar yüklənilib, hansı fikirlər köklənib, buna yanaşmamızı dəyişirik və buna biz başlayırıq sorğulamağa. Avtoritet anlayışını itiririk. Onun neqativ təsirini azaldırıq. O vaxt ki, insanlarda kimsə, hər hansı bir fiqur güclü bir avtoritet rolunu oynayır, o insanlarda hər zaman təşviş hissi yüksəkdir. Nəyə görə? Çünki təşvişli olan insanları idarə etmək asandır. Çünki onlar emosional reaksiyalarla idarə olunur. Onlarda kognitiv bacarıqlar aşağı düşür. Onlar nəyisə sorğulaya bilmirlər bu müddətdə. Ona görə də onlar süni şəkildə qorxu və təşviş hissi bizdə formalaşdırırlar. Məhz buna görə biz əgər bunun qarşısını almaq istəyiriksə, psixikamızın bazasında avtoritet anlayışını biz itiririk. Onun təsirini azaldırıq. Yəni heç kim bizim üçün artıq güclü bir avtoritet olmamalıdır ki, biz əgər istəyiriksə həyatımız keyfiyyətli olsun. Bizim mədəni kodlarımıza görə bu çox çətindir. Amma mədəni kodlar o demək deyil ki, mədəni kodlar dünyada ən üstün bir şeydir. O demək deyil ki, onlar ən güclü bir varlıqlardır. O demək deyil ki, onlar hər şey bizə ali həqiqət kimi, universal, bir düzgün bir şey kimi söylürlər. Və onları belə sorğulamaq, fərqli perspektivdən onlara baxmaq çox önəmlidir ki, biz növbəti təkamülün mərhələsinə keçid edək. Digər insanlar haqqında dərin fərziyyələri dəyişdirmək. Bizim mədəni kodlar, ailə modelimiz insanlar haqqında müəyyən bir fərziyyələr formalaşdırır. Fərqli fərziyyələr. Bu insan belə geyinirsə 100% belədir. Bu insan belə düşünürsə 100% belədir. Bu insan belədirsə 100% sənin düşmənindir. İndiyənə kimi insanlar haqqında bizdə formalaşan dərin fərziyyələr üzərində işləyirik və bunu sorğuluyuruq. Çünki bu dərin fərziyyələr eyni zamanda bizim özümüz haqqımızda fərziyyələri formalaşdırır. Və biz bir çox şeylərdə o psixoloji baryerlər bizdə formalaşır və o psixoloji baryerlər əlavə təşviş hissini də bizdə gücləndirir. Və istəkləri planlamaq. Mən özüm nə istəyirəm? Mən özüm hansı istəkləri reallaşdırmaq istəyirəm? Günahkarlıq, borcluq hissi sizi yükləyəcək. Çünki uzun müddət biz belə böyümüşük. Amma buna baxmayaraq, o istəkləri planlamaq və etmək. Əgər istəyiriksə fundamental olaraq təşviş bizi artıq uzun müddət bizim hüzurumuzu aparmasın.
Çünki biz istəklərimizi planlamayanda, öz ehtiyaclarımızı dinləməyəndə, öz maraqlarımızı ən axırıncı yerə qoyanda və ancaq digərlərini biz düşünəndə özümüzdən üstün və bunu günahkarlıq və borcluluq hissi ilə biz bunu ediriksə, bu 100% özünü panik ataklarda, uzun müddətli vadədə depressiyada və təşvişdə özünü göstərəcək. Və məhz buna görə indiki zamanda bu qədər biz bu diaqnozlarla da üzləşirik. Və eyni zamanda istənilən bir situasiyada praktik addımlar, təşvişi anlamaq. Məsələn, mən təşvişdəyəm, bunu özümüzə demək, mən təşvişdəyəm. Bu təşvişi məndə nə yaradır? Bu sualı vermək, hansı fikirlər yaradır? A, Eyni zamanda insanlara ən çox narahat edən mövzulardan biri təşviş qorxusudur. Hansı ki, mən təşviş olmaqdan qorxuram. Mən nəyə görə qorxuram? Bunun üzərində iş. Nəyə görə mən təşvişdən çəkinirəm? Nəyə görə mən bu emosiyaları yaşamaqdan çəkinirəm? Niyə qorxuram? Niyə qaçıram ondan? Bu qorxunu anlamaq, səbəblərini aşkar etmək və onun üzərində iş. Eyni zamanda təşviş mən yaşayıramsa, xəyali mən hər hansı bir təhlükəsizlik olan yerini mən xatırlayıram. Harda ki, mən özümü çox yaxşı hiss edirəm, harda ki, mən özümü təhlükəsizlikdə hiss edirəm, o yeri mən xatırlayıram və o emosiyaları yaşayıram ki, özümü sakitləşdirim, sinir sistemimi sakitləşdirim. Bu mümkündür, çünki bizim beynimiz bir çox situasiyalarda öz-özünü rahat şəkildə manipulyasiya edə bilir və bunu biz sağlam şəkildə istifadə edə bilərik təşviş zamanı. İndiki ana fokus bayaq qeyd etdiyim bir çox praktikalardan siz istifadə edə bilərsiniz. Özünüz və digərlərində güclü tərəfləri görmək. Bu nəyə görə vacibdir? Təşviş eyni zamanda bayaq da qeyd etdiyim kimi onunla bağlıdır ki, biz düşünürük ki, biz bu problemi həll edə bilməyəcəyik. Bu problem mənim bacarıqlarımdan, mənim bildiklərimdən və təcrübələrimdən daha üstündür. Və biz xatırlayanda və indidən biz bunun da özümüzdə qeydində ki, mən indiyənə kimi hansı uğurlar əldə etmişəm, ən xırda uğurlar da belə. Məsələn, adicə əgər mən məktəbi bitirmişəmsə, universitetə qəbul olmuşamsa, hər hansı bir işlə məşğulamsa, əgər hətta mən valideynlik edirəmsə, hər hansı bir istənilən bir uğurlar bizim həyatımızda hansı ki dəyərsizləşdirilir müəyyən bir mədəni kodlar tərəfindən. Özünüz üçün qeyd edin. Mən deyənə kimi hansı çətinliklərə qalib gəldim. Və təşviş zamanı o qədər siz özünüzdə xatırlayın bu özünüzdə olan güclü tərəfləri, çətinliklərə qalib gəldiyiniz olan zamanları, təşviş zamanı bu sizə əlavə bir güc verəcək ki, siz həmin o problemlərə fərqli həll yolları axtarasınız. Və indiyənə kimi bayaq da qeyd etdiyim, həll etdiyiniz problemləri yada salmaq və yada salmaq ki, sizin psixikanız və bədəniniz o qədər güclüdür ki, indiyənə kimi bu problemi həll edibsə, demək ki, növbəti problemlərə də siz həll yolu tapacaqsınız. Sadəcə sizə yeni alətlər lazımdır və o yeni alətlərə də açıq olmaq lazımdır. Ümumiyyətlə təşviş çox dərin və maraqlı bir mövzu olduğu üçün mən sadəcə burada sonda qeyd eləmək istəyirəm ki, Evo öz terapiya coaching klubunda bununla bağlı mən praktikalar bölüşürəm. Real hansı ki işləyir insanlarda nəfəs texnikaları, gimnastikaları, müəyyən bir alətlər. Orada hər həftə ədəbiyyata aid PDF kitablar yüklənilir, podkastlar yüklənilir. Təlimlər biz keçiririk fərqli bir mövzularda, insanları narahat edən suallara konkret cavablar verilir, film analizləri orada həyata keçirilir və əgər sizə maraqlıdırsa, bu texnikalar haqqında öyrənmək, özünüzü hər gün terapiya etmək, özünüzü sorğulamaq, özünüz haqqınızda fərqindəliyi gücləndirmək, bu klubda siz də abunə olub bu resurslardan siz yararlana bilərsiniz və həqiqətən də klub üzvlərindən də mən hər gün geri dönüşlər alıram pozitiv ki, məsələn, elə insanlar olub ki, aylarla onlar gediblər fərdi seanslara, amma bu klubun resursları onlara daha çox fərqindəlik qazandırıb, daha çox onlara dəyər qatıb. Təbii ki, hər bir şəxsin psixikası individualdır və hər zaman bunu deyəcəm ki, fərdi keyfiyyətli terapiya seansı həqiqətən də hər şeydən üstündür. Amma əgər bununla bağlı müəyyən bir limit varsa resurslarla bağlı, siz bu klubda da belə siz bu suallara cavablarınızı da tapa bilərsiniz. Və eyni zamanda təkamül psixologiyası təlimi hansı ki, siz böhranlara psixoloji hazırlıq, Azərbaycan mədəni kodlar haqqında fərqindəlik, insanların fərqli dəyər sistemlərinə tanışlıq. Çünki xüsusən kommunikasiyada biz tez-tez təşvişlə üzləşiriksə, bunun ən birinci fundamental səbəbi fərqindəliyin olmamasıdır ki, insanların hansısa dəyər sistemləri var və biz həmin o dəyər sistemlərinə necə adaptasiya edə bilərik və bu təlim özü də insanlarla çalışan hər kəs üçün çox və çox faydalıdır. Coachsuzsa, psixoloqsuzsa, rəhbərsizsə, sahibkarsızsa, valideyn, yəni insan münasibətləri bizim həyatımızda hər yerdə öz əksini tapdığı üçün, harda ki insanları anlamaq vacibdirsə,
bu ünsiyyəti növbəti mərhələyə çatdırmaq istəyən hər kəs üçün də bu təlim faydalı olacaq. Əgər sizə maraqlıdırsa, 28 noyabr başlayacaq bu təlimə də qoşula bilərsiniz və situasiyalara kompleksli baxaraq da bir çox məsələləri, mental yükləri özünüzdə azalda bilərsiniz. Çünki çox vaxt nəyə görə bizdə təşviş, daha sonra digər bizdə məqamlar bizdə formalaşır. Çünki biz problemə indiyənə kimi bizdə formalaşan perspektivdə baxırıq. Biz onları fərqli perspektivdə baxmağı bizə öyrətməyiblər və məhz buna görə problemə situasiya sistemli baxmaq 21-ci əsrin ən vacib bacarığıdır. Çünki reallıq çox komplekslidir. Reallıq hər gün dəyişir, fərqli rənglərdən ibarətdir və bizə öyrəşdirilir ağ-qara baxmağı, həmin o kodlar vasitəsilə. Amma ağ-qara ilə rəngli reallığa baxmaq hər zaman illüziyalar bizdə formalaşır və həmin o illüziyalar hər zaman bizdə təşviş yaradacaq, emosional tükənmişlik yaradacaq və biz öz potensialımızı da reallaşdırmaqda çətinlik çəkirik. Bu qədər, əziz dostlar. Çox təşəkkür edirəm dinlədiyiniz üçün. Məndən bu qədər. Mən indi keçəcəm sizin suallarınıza. Sizin suallarınız varsa mən böyük məmnuniyyətlə cavablandıracağam. Təşəkkür edirəm Nərmin xanım. Bəli, bəli, feritin, dəmir, yəni bunlar hamısı individual olaraq danışılır həkimlərlə. Mən həkim olmadığım üçün ona görə mən özüm istəmirəm bununla bağlı bir istiqamət verim. Yəni hər bir bədən individualdır. Ola bilsin ki, məsələn, bir insanda feritin yüksək ola bilər, amma digər, məsələn də minerallar əksikliyi ola bilər və bu individual olaraq artıq həkimlərlə danışılmalıdır ki, onlar sizə istiqamət versin. Təşəkkür edirəm Nərmin xanım. Bəli, feritin də bu çox önəmlidir. Kimin sualı varsa böyük məmnuniyyətlə mən cavablandırmağa hazıram. Mən ünsiyyət qurmaqda çətinlik çəkirəm, təşviş yaranır. Bunun ən vacib fundamental səbəbi ondan ibarətdir ki, keçmişdə bu bir bacarıq olaraq bizdə öyrədilmir. Öyrədilmədiyi üçün bizim üçün bu yeni bir problem kimi, bəzən təhlükəli bir situasiya kimi bədən və beyin bunu bizi qəbul edir. Çünki biz bunun simulyasiyasını yaşamamışıq. Bir bacarıq olaraq biz bunu inkişaf etdirməmişik və bizim mədəni kodlarla da biz elə böyüyürük ki, bizdə ünsiyyət bacarıq kimi baxılmır. Deyirlər ki, sən gəlmisənsə dünyaya, ujursoda sən ünsiyyəti artıq bilirsən. Amma bizə bunu öyrətmirlər ki, insanların dəyər sistemləri fərqlidir, insanların ehtiyacları fərqlidir və bunu bilmək, bunun üzərində işləmək çox və çox önəmlidir. Nə vaxt ki, biz insanların dəyər sistemlərini real olaraq biliriksə, onların psixoloji ehtiyaclarını bilirsə və öz kommunikasiyamızı onlara uyğun adaptasiya edə biliriksə, artıq təşviş hissi bizdə qat-qat azalır. Bəli, Aytaç xanım, mən psixologiya üzrə 2 təhsil almışam. Rusiyada və Çexiyada. Çexiyada mən MBA təhsil aldım, biznes psixologiya üzrə. Və eyni zamanda təkcə mənim dediklərim nəzəriyyədən deyil, bizim öz həyat təcrübələrimiz və mənim psixoterapiyada müştərilərlə işlədiyim texnikalarda əldə etdiyim nəticələr əsasında mən bunu sizlə bölüşürəm ki, bu proses necə baş verir. Təşəkkür edirəm Nərmin xanım, bölüşdüyünüz üçün. Çox sağ olun Püstə xanım. Necə öyrənə Fəridə xanım, mən sizi dəvət edirəm təkamül psixologiyası təliminə. Orada siz bunu çox rahat şəkildə öyrənə biləcəksiniz. Çünki insanlar fərqli ego inkişaf mərhələsində reallığa fərqli cür baxırlar. İstənilən bir konsepsiyaya fərqli cür baxırlar və siz bu konsepsiyaları artıq biləndə, onların dəyər sistemlərini öyrəndə, siz artıq çox rahat şəkildə öz kommunikasiyanızı ona uyğun adaptasiya edə bilirsiniz və siz artıq insanla danışanda siz artıq bilirsiniz ki, onun real ehtiyacı və dəyər sistemi nədir və o dəyər sisteminə uyğunlaşdırıb o kommunikasiyanı rahat idarə edə bilirsiniz. Həyat xanım, bu təlim ayda bir dəfə olur. 28 noyabrda keçiriləcək bu ilin sonuncu o təlimidir. Mən gələn il bilmirəm mən edəcəmmi bu təlimi yoxsa yox. Çünki məndə korporativ təlimlər də var bu mövzuda və artıq bəzi şirkətlərdən artıq müqavilələr bağlanılır və enerjini mən artıq qrup təlimlərini edə bilməyəcəm. Məhz buna görə siz əgər istəyirsinizsə 28 noyabr başlayacaq bu təlimə siz qoşula bilərsiniz. Hansı ki 100% əmin ola bilərsiniz ki, bu təlim olacaq və artıq yerlər də dolur. Amma gələn il mən bilmirəm bu olacaq yoxsa yox. Yəni 1 aylıq bir təlimdir, 8 moduldan ibarətdir və eyni zamanda orada əlavə sizin üçün bonus təlimlər də sizin üçün təşkil olunacaq. Bu qiymət eyni zamanda Evo kluba 3 aylıq üzvlük də daxildir və eyni zamanda bizim xüsusi bir qrupumuz da olacaq, klubumuz da olacaq. Harada ki sırf təkamül psixologiyasına bağlı ən üst səviyyədə olan psixologiya ilə bağlı məzmun və resurslar da bölüşüləcək.
Təşvişi sanki özüm özümə yaradıram və ondan qopmamaq mənə çətinlik yaradır. Bəli, Fatma xanım, bu normaldır, çünki indiyənə kimi sizin sinir sisteminiz buna öyrəşib. Bu gün mən vebinarda qeyd etdiyim məqamları siz həyatınızda yavaş-yavaş tətbiq etsəniz, mən əminəm ki, yavaş-yavaş bu sizdə azalacaq. Səhv etdiyini düşündüyü böyük bir hadisə yaşayan bir hadisənin üzərindən uzun zaman keçsə bilər. Səhv etdiyini düşündüyü böyük bir hadisə yaşayan biri hadisənin üzərinə uzun zaman gəlib belə insanlardan qarşılamaq istəmir. Bir tərəfdən bəli, bu vicdan hissinin güclü olması ilə bağlıdır ki, insan artıq səhvini qəbul edir və biraz onda vicdan hissi oyanır ki, biraz utanç hissi də onda güclənir ki, öz hərəkətini bu artıq dəyişməsinə səbəb olur. O artıq bunu dərk edir və insanlarla kommunikasiyada bu biraz özünü göstərir. Bu bir tərəfdən çox sağlam yanaşmadır. Bu demək ki, utanç hissi və vicdan hissi sağlam yanaşması ondan ibarətdir ki, bu səhvini yenidən təkrar etməyəcək və nəyisə özündə dəyişdirəcək. Amma bu insan ancaq bu səviyyədə qalırsa, real olaraq hərəkətdə heç nə dəyişmirsə, o sadəcə utanırsa, vicdanı sadəcə qaçırsa, o artıq onun bir modelinə çevriləcək, davranış modelinə çevriləcək və o real problemlərlə üzləşməkdə, onları həll etməkdə ona böyük bir problemlər yarada bilər. Yəni bu proyeksiya eyni zamanda bir çox problemlərdə qaçışda da özünü göstərə bilər. Hansı ki, real problemlərdən biz qaçırıqsa, o bizə daha çox təşviş yarada bilər. Təşəkkür edirəm Fatma xanım. Mən təşəkkür edirəm qoşulduğunuz üçün. Mən də tanımadığım insanlardan ünsiyyətdə həyəcan keçirirəm. Am, Bəli, çünki bu eyni zamanda uşaq vaxtı keçirdiyimiz təcrübələrlə bağlıdır. Əslində biz uşaq olanda biz xoşlayırıq ünsiyyəti insanlarla. Sadəcə kiminsə dediyi bir söz var ki, hansı ki bu bizə təsir göstərir və bəzən biz bunu unuduruq. Şüurlu şəkildə biz bunun fərqində olmasaq da belə, amma böyüyəndə biz tanımadığımız insanlarla ünsiyyətə gedəndə istərsəmiz bizdə həyəcan, təşviş başlaya bilər. Mən özüm də bunu yaşamışam, mən özüm introvert bir insanım. Mənim yadımdadır ki, mən sahibkar olanda təzə-təzə başlayanda mən networking tədbirlərinə gedirdim. Mənim üçün ə, yəni çox ağır idi bu proses. Gedib yeni bir insanla tanış olmaq, ona yaxınlaşmaq mənim üçün kabus kimi bir şeydir. Mən istəyirdim sadəcə kənardan baxım, müşahidə edim, heç kimlə tanış olmayım. Amma sonra sahibkarlığın ən gözəl tərəfi ondan ibarətdir ki, sahibkarlıqda siz özünüz qazanmalısınız. Yəni ac qalmamaq üçün, pulu qazanmaq üçün mənim üçün vacibdir ki, kommunikasiya üzərində işləyim və bu motiv ac qalmamaq üçün təhlükəsizlik ehtiyacımı ödəmək məni vadar elədi ki, mən ünsiyyət bacarıqları üzərimdə işləyim. Həqiqətən də bu çox önəmli oldu mənim üçün. Nadir bəy, buyurun siz əlinizi qaldırdınız, sonraki suallara mən cavab verəcəm. Buyurun. İlkin öncə webinar üçün sizə təşəkkürümü bildirirəm. Çox maraqlı idi. Hə, Təşəkkür. mən də sizə təşəkkür edirəm. Mənə maraqlı olan bir şey sadəcə olaraq özümün hər tərəfli bir formada olmasıdır. Məsələn, nə çox introvert biriyəm, nə çox danışan biri. Ə, seçim hər bir şey idarə edə bilirəm. Sadəcə olaraq seçimlərdən xoşum gəlmir. Hı Seçimlər hı. qabağıma çıxır, qərar vermə Hı məsələləri var. hı. Məsələn, problem anında yaşasa tez reaksiya vermə qabiliyyəti var. Sadəcə özümü tamamlamaqda bir problem kimi yaşanır. Necə biriyəm? Nadir bəy, mən sizə bu sualınıza çox maraqlı bir cavab vermək istəyirəm. Çox təşəkkür edirəm bu cür gözəl bir suala görə. Əslində hər bir insan çox fərqlidir. Yəni biz heç vaxt deyə bilmərik ki, bu insan 100% ekstravertdir, bu insan 100% introvertdir. Hər bir insan və insanı da maraqlı və dərin edən odur ki, o çox fərqli hissələrdən ibarətdir və bu hissələr fərqli situasiyalara görə bəziləri çox qabarıq ola bilər, bəziləri çox aşağı düşə bilər. Məsələn də sizin ekstravert və introvert tərəfləriniz də belə situasiyadan situasiya olaraq da dəyişir və bu çox gözəldir. Burada heç bir problem yoxdur. Seçim qabağında qaldıqda gəldikdə qərar vermə psixologiyasına bağlı mənim bir vebinarım olub. Lazım olsa siz mənə yazın. Mən sizə onun linkini göndərə bilərəm. Sırf qərar vermədə hansı komponentləri biz nəzərə almalıyıq. Amma əgər siz hansı şəxsiyyətimin hissəsini, hansı situasiyalarda rahat şəkildə istifadə edə bilərəm və s. bu seçimlərlə siz üz-üzə gəlirsinizsə, burada ən vacib fundamental sual bu mənim hansı məqsədimə xidmət edir?
əsas məqsədimə xidmət edirsə, hər hansı bir hissənin qabarıq şəkildə göstərilməsi bu situasiyada, demək ki, siz artıq bu hissəni daha çox gücləndirilmiş şəkildə onu təqdim edəcəksiniz və onu istifadə edəcəksiniz. Ən vacib fundamental sual bununla bağlı olacaq ki, hansı ki, bu sizin bir çox seçim qabağında olan qərarsızlıqdan o sizi yavaş-yavaş uzaq edəcək. Və çox təşəkkür edirəm suala cavab üçün və bir əlavə edeyim ki, məsələn, işləri görməkdə hər hansı zaman problem yaşamır. Sadəcə olaraq eyni bir işləri görməkdə heç xoşum gəlmir. Məsələn, indi bax bu dəqiqə küt ağrılar, hər hansı bir şey həvəssizlik var, amma ki məcbur gələcəyim bir yerdə işi qəşəng və həvəsli şəkildə gülürəm. Görürəm daha doğrusu. Sırf məsələn xarici məsələn evdə olmadığım mühitdə insanlar olan mühitdə daha enerjili olduğum halda evə gəldiyim zaman burada daha küt ağrılarla, yorğunçuluqlarla, bədən ağrılarla insan rastlaşır. Yəni o da bir problem yaşanır. Ə, Nadir bəy, əslində burada maraqlı bir məqama siz toxundunuz. Çünki məsələn də bir çox insanlarda Azərbaycanda elədir. Məsələn, evdən kənarda olanda onlar özlərini daha yüksək enerjide hiss edirlər, nəinki evin özündə. Nəyə görə? Çünki bir çox ailələrdə ə, o auranın özü insanı hansı ki yetişməyə çox böyük bir bariyerlər qoyur. Bədən bunu hiss edir. Biz bunu fərqində olmasaq da belə bədən bunu hiss edir və onu bizə göstərir aşağı enerjide olmasını. Nəyə görə bədən aşağı enerjini seçir? Çünki o sağ qalmalıdır. Və məhz buna görə siz tez-tez fərqli mühitlərdə olanda, evdən kənar olan mühitlərdə siz özünüzü yüksək enerjide hiss edirsinizsə və bu sizi ən vacib məqsədlərə doğru, sürətli şəkildə gətirirsə, demək ki, həmin o mühitlərdə daha çox zaman və enerji ayırmağa dəyər. Və əgər hal-hazırda yaşadığınız bu bir mühit məsələn də sizə mane olursa, siz görürsünüz ki, o sizə fiziki olaraq təsir göstərir, məsələn də güclü şəkildə mental olaraq da təsir göstərir. Siz bir plan, bir strategiya formalaşdıra bilərsiniz ki, mən nə edə bilərəm ki, ya bu mühitdən çıxım və nə edə bilərəm ki, bu mühit mənə minimum neqativ təsir göstərsin. Yəni hansı ki, burada artıq siz qərarı verirsiniz ki, mən nə edə bilərəm ki? Çünki biz bir dəfə bu həyatı yaşayırıq və əgər biz hər gün əsəb, stres, təşvişlə öz qaldığımız evdə biz bununla üzləşiriksə, uzun müddətli bir şəkildə bu çox ciddi bir fəsadlara gətirə bilər və siz artıq bunların fərqində olandan sonra sadəcə özünüz üçün bu sualları verə bilərsiniz ki, mən nə edə bilərəm ki? Bəlkə də bu bir il olacaq, bəlkə də bu 2 il olacaq. Əsas odur ki, amma bu niyyət olsun ki, həmin o toksik mühit, məsələn, əgər o sizə toksik təsir göstərirsə, o sizə uzun müddətli təsir göstərməsin. Çünki əgər biz mental olaraq, hərəkət olaraq biz bunu etmiriksə, bədən bunu əvəzimizə edəcək. Və bədən bunu çox ciddi xəstəliklərlə bunu edəcək. Yəni E, bədənin belə bir funksiyası var, bəli. Bəli, bəli. İstəyirsiniz biraz da daha geniş tamamlayım. Məsələn, mən 4 ildir tək bir şəkildə həyatımı yönləndirirəm. Yəni Hı hı. valideynlərimdən uzağam, şəhərdə qalıram, öz evimizdə. Və 4 il özüm heç kəs mənə, yəni maneələr və ya qanunlar qoymurlar. Sadəcə özüm tək işlərimi görürəm. Məsələn, getdimsə bir işin dalınca, iş bitsə tez bazar qayıtmaq istərəm. Evə tələsik getmək bir istəyi var beynimdə. Evə Hı hı. gələndən sonra evdə qalmamaq bir istəyi yaranır. Sırf məsələn bir və ya bir neçə rəhbərlərlə olanda məsələn tədbirlər olur, hər hansı bir layihələr olur. Qoşulduğun zamanı bir nəfərin əmrini götürə bilməmək. Sanki bir ego ya təkəbbürmü, kibirmi deyim, qarşısını alır. Kimsə yəni mənə əmr etməməlidir. Çoxlu əslində qarmaşıq nüansları var. Onları bir-birindən ayırd etmək çətinlikləri yaranır. Bəlkə də özüm belə nə istədiyimi tam dəqiq bəlkə də formalaşdıra bilmirəm. Sadəcə beynin əmrləri ilə iş bitdisə planlı şəkildə onu görməlisən, planlı şəkildə bunu görməlisən. Özüm düşünürəm ki, bəzən spontan bir sistem qurmuşam, amma hər şey planlı şəkildə həyata keçir. Çox maraqlı nüansa toxundunuz. Xüsusən mənim diqqətimi cəlb edən sizin dəyər sisteminiz oldu. Mən kiminsə əmrini qəbul etməkdə çətinlik çəkirəm. Mənim eqom qoymur. Ə, Bu hissə üzərində siz işləyə bilərsiniz, özünüzə suallar verə bilərsiniz ki, nəyə görə bu mənim üçün çətindir, sistemə adaptasiya olmaq. Nəyə görə mənim üçün çətindir, məsələn də hər hansı bir mənə tapşırıq veriləndə. O da ola bilər, məsələn, bəlkə kimsə sizdən xahiş etsə, məsələn də kiminsə kommunikasiya tonu ilə də bağlı ola bilər. Mütləq deyil ki, bu hər dəfə özünü göstərsin. Məsələn, kimsə sizdən xahiş etsə ki, məsələn, bunu edə bilərsənmi? Bəlkə də siz bunu daha yaxşı bir şəkildə qəbul edib bunu edərsiniz. Amma kimsə sizə məsələn təkəbbürlü bir şəkildə məsələn deyəndə ki, sən bunu etməlisən, sən bizə bunu borclusan, bəlkə də bu sizə xoş deyil. Yəni burada çox dərin bir məqamlara baxmaq lazımdır ki, hansı situasiyalarda
Məsələn, kimsə sizə nəsə deyəndə bu sizə təsir göstərir. Kimsə sizə nəsə deyəndə təsir göstərmir. Konkret sizi nə tetikləyir və nəyə görə sizi tetikləyir? Və bu artıq dərinə biz gedəndə bu cavabları özümüzdə axtardığımızda bir çox özümüzlə bağlı həmin o cavabları da almış oluruq. Amma yenə də bayaq da siz qeyd etdiyiniz kimi bir tərəfdə həm spontanlıq var, bir tərəfdə həm də sistemlilik var. Düşünürəm ki, Nadir bəy, mən burada sizə ən güclü hansı tövsiyəni verə bilərəm? İnsan həddindən artıq çox məsələndə özünü sorğulamağa başlayanda, məndə də bu olur, tez-tez də özüm üçün edirəm. Mən rəqəmsal detoks götürürəm. Rəqəmsal detoks nə deməkdir? Mənim beynim sakit olur. Mənim beynimə suallar gəlsə də belə intuisiyam mənə çox yaxşı cavablar verir. Mən onları kağıza qoyuram. Mən telefonu, kompüter, internet hər şeyi söndürürəm. Siz 3 günlük edə bilərsiniz, 7 günlük edə bilərsiniz, 14 günlük edə bilərsiniz, siz 1 aylıq edin. Necə sizə uyğundur. Amma mən sizi əmin edə bilərəm ki, Nadir bəy, siz bayaq mənə verdiyiniz bir çox sualların fundamental cavablarını rəqəmsal detoks zamanı özünüzlə tək qaldığınız zaman sizə yavaş-yavaş o cavablar da gələcək. Və eyni zamanda sizin özünüzdə də belə həmin o detoks edəndən sonra siz hiss edəcəksiniz ki, beyniniz necə sakitdir. Nəyə görə eyni zamanda sizdə bu suallar formalaşır? Çünki hər gün o qədər biz məlumata uğrayırıq, o qədər bizə lamsımsız məlumatlar gəlir. O qədər bu əlavə bizdə təşviş formalaşdırır. Və o təşvişin ən böyük təhlükəsi insan üçün ondan ibarətdir ki, biz real özümüzə baxmaqdan çəkinirik. Dərinə getmək bizə qorxulu gəlir. Özümüzlə üzləşməkdən çətini çəkirik və bəzən də istəyirik, amma bu təşviş hissi özü bizə çox ciddi bir baryer olur. Və biz artıq illüziyalarla baxırıq situasiyalara. Ona görə də mən sadəcə sizə tövsiyə edə bilərəm. Rəqəmsal detoks götürəsiniz Nadir bəy. Əgər bunu etməmisinizsə, əgər etmisinizsə daha çox zaman ayırmaq həmin rəqəmsal detoksa və mən əminəm ki, siz şəxsiyyətlərinizlə, o şəxsiyyətinizin hissələri ilə bağlı bir çox vacib cavablar alacaqsınız özünüzlə bağlı. Minnətdaram, çox sağ olun. Digərləri də Mən sual versinlər. təşəkkür Çox edirəm. sual verdim, mane olmayım onlara da. Təşəkkürlər, çox sağ olun Nadir bəy. Mən növbəti suallara keçim. Ə, Təkamül psixologiyası təlimini bəli, mən özüm keçirəm Fərdə xanım. Onlayn şəkildə keçirəm və bütün video dərslər də qrupda bölüşülür. Konkret sizin həyat hekayələrinizlə bağlı, tətbiq edə biləcəyiniz sahələrlə bağlı mən özüm hər tələbə üçün özüm case hazırlayıram. O caselər təkamül psixologiyasının birbaşa birləşdirilir ki, siz onu tətbiqini edə bilərsiniz və yekun imtahanda həmin o caselərlə bağlıdır və böhran situasiyalara reaksiyaların dəyişilməsi ilə bağlıdır. Və siz artıq insan münasibətlərinə, situasiyalara kompleksli və sistemli şəkildə baxmağı öyrənirsiniz və sistemli, kompleksli şəkildə baxan insan situasiyalara, onları demək olar ki, heç kim manipulyasiya edə bilmir. Gülər xanım, bir insan uzun illər bu vəziyyətdə olubsa və fərqində olmayıb, bunu dəyişmək olarmı? Bəli, təbii ki, dəyişmək olar. Təbii ki. Əsas elə həmin o fərqindəlikdir. Fərqindəliyin də ən böyük gözəlliyi ondan ibarətdir ki, fərqindəlik qazanıram, məndə artıq seçim var, iki seçim var. Ya mən bunu dəyişirəm, ya da mən bunu dəyişmirəm. Təşəkkür edirəm Leyla xanım. Həyat xanım, mən təşəkkür edirəm. Fayda qatdı sənə xoş mənə. Mən çox tələskən insanam, təşvişliyəm. Bunun səbəbini öyrənib necə həll edə bilərəm? Bunun səbəbi çox güman ki, ə, keçmişlə bağlı olan məsələ ilə bağlı olub ki, ya biz uşaq vaxtı nəsə yavaş bir şey etmək istəyəndə, anı yaşayanda bizə bunu icazə verməyiblər. Bizə deyiblər ki, tələs, tez ol, sən çox ləng işləyirsən, sürətli olmaq lazımdır. O avtoritet fiqurunun sözünə görə bizdə artıq bu tələskənlik və təşviş reaksiyaları bizdə formalaşıb. O səsi sorğulamaq və yavaş-yavaş tələskənliyi və tələskənliyi sırf tələskənlik özü də təşvişi gücləndirir. Siz tələskənlik üzərində işləsəniz, siz deyirsiniz bunu, mənim özümdə də bu olub. Məsələn, mən uşaq vaxtı məktəbli olanda hər zaman istəmişəm ki, birinci tapşırıqları, məsələn də sinifdən birinci mən verim. Məsələn, bir çox səhv cavablar olsa da belə, mənim üçün vacibdir ki, mən tez tələsik birinci həmin o tapşırığı verib. Yəni, hər zaman mən nəyisə tələsirdim. Sonra mən bunun səbəblərini öyrəndən sonra mən özümdə kəşf elədim. Sırf mənim öz təcrübəmdə də bizi
yetişdirmə modelindəki, məsələn də bizdə ailədə xoşlamayıblar kimsə ləngi işləyəndə. Bizi hər zaman tələsdirmək, tələs, tez ol, sürətli ol. Yəni çox ləng işləyirsən, çox məsələn də az sürətlə işləyirsən və bu bizə neqativ bir kod kimi yüklənib. Çox güman ki, bəlkə sizdə də bu var. Kimsə, çox vacib bir şəxs sizin həyatınızda bunu sizə deyib və bu sizdə tələskənliyi formalaşdırıb və yaxud da bəlkə də ola bilsin ki, siz özünüz elə bir situasiyada formalaşmısınız ki, sırf tələskən olmağınız sizin sağ qalmağınıza xidmət edib. Yavaş-yavaş ən xırda şeylərlə, məsələn, özünüzə gün ərzində 15 dəqiqə və yaxud da 20 dəqiqə özünüzə zaman ayırsınız, ya heç nə etməmək və yaxud da bir şeyi çox yavaş etmək. Və eyni zamanda mənim tələskən olmağımı da azaldan vacib hobbilərimdən biri tango olub. Mən tangoda həddindən artıq çox tələsirdim. Mən özüm partnyoru idarə etmək istəyirdim. Çox təşvişə düşürdüm. Amma tango mənə səbirli olmağı öyrədib, yavaşlamağı öyrədib. Sizin marağınız varsa, tango sizi çox güclü şəkildə bunu dəyişdirə bilər. Təşvişlə bağlı bugünkü webinarda əslində mən bir çox məqamları vurğuladım. Təşvişlə biz necə işləyə bilərik. Amma sırf sizin o tələskənlik üzərində güclü bir iş getsə, düşünürəm ki, təşviş də yavaş-yavaş azala bilər. Çünki insan həddindən artıq tələsəndə təşviş avtomatik gəlir. Yəni təşviş onun nəticəsi kimi gəlir. Çox güman ki, siz sorğulamalısınız. Keçmişdə hansı hadisə ilə bağlıdır və kimin sözünə görə siz tələskən olmusunuz və hansı hadisəyə görə tələskən olmusunuz, hansı ki, hal-hazırda o sizə xidmət eləmir. Təşəkkür edirəm açıqladığınız üçün. O insanlarla keçmişi unudub üzləşməyə çalışması daha doğru yanaşmadı o zaman. Çünki burada məsələ ondan ibarətdir ki, əgər situasiyada bir insan kiməsə təsir göstərirsə, bu situasiyada ancaq bir insan ancaq öz yanaşmasını dəyişərək ümumi situasiya dəyişmir. Məsələn, əgər iki insan arasında hər hansı bir şey baş veribsə, çox ciddi bir şey baş veribsə, o insanlarla keçmişi unudub üzləşməyə çalışması, mən yenidən istəyirəm bunu tam anlayım sualı. Üzr Fərqli istəyirəm. burada. Bəli, bəli, buyurun, buyurun. Fikrimi səsli şəkildə istədim ifadə edeyim, çünki yazanda arada uzun məsafə getdi, qarışıqlıq Tamam, oldu. tamam. Hı hı. Ə, Özümlə bağlı bir situasiya yaşamışam, ancaq bu situasiya ətraf insanlar üçün, digərləri üçün neqativ bir davranış kimi. Sadəcə onlara heç bir təsiri olmur. Olsa da cüzi miqdarda təsiri olub. Sadəcə Okey. sırf qınaqdan çəkindiyim üçün, üzləşməkdən qorxduğum üçün o insanlarla onlar olduğu ortamda qarşılaşmaq istəmirəm, çəkinirəm, kollektiv olan ortamlara getmirəm, uzaqlaşıram. Yəni bu davranışım müsbət bir şeydir, yoxsa yavaş-yavaş üzləşməyə çalışmağım daha doğru olar? Hı hı. Burada situasiyadan situasiya dəyişir. Əgər məsələn sizin etdiyiniz hər hansı bir hərəkət çox ciddi insanlara neqativ təsir göstərməyibsə, çox güman ki, burada hər hansı bir keçmişdə olan bir avtoritet, bir figur sizdə süni şəkildə bəlkə də günahkarlıq və borcluluq və süni şəkildə bu vicdan səsinin güclənməsini sizdə yetişdirə bilər ki, siz bu addımı bəlkə də çox cəsarətli bir addım olub, bəlkə də sizin maraqlarınıza xidmət edən bir addım olub, hansı ki, kiminsə kodlarına zidd gedib, amma heç kimə ziyan göstərməyib, bəlkə də heç kimə neqativ təsir göstərməyib. Amma nədir, bəlkə də siz hər hansı bir situasiyada bu addımı atanda, qərarı verəndə, siz özünüzü düşünmüsünüz deyənə, bu həmin insanların gözündə bəlkə də egoistlik kimi səslənə bilər, bəlkə də bu neqativ bir şey kimi səslənə bilər və təbii ki, onlar bütün şanslardan istifadə edə biləcəklər ki, sizi neqativ çıxartsınlar, sizi dışlasınlar, sizi mühakimə etsinlər və bu mədəni kodlarımızda həqiqətən də tərbiyə modelində bizdə formalaşan hisslərdən biridir. Amma əgər ona görə də mən situasiyanı bilmədiyim üçün ümumi nəsə deməkdən çəkinirəm. Amma real olaraq əgər siz özünüz düşünürsünüz ki, bu hərəkət məsələn də bəlkə də kiməsə təsir göstərib. Və burada sağlam vicdan hissi nə vaxt formalaşır və sağlam günahkarlıq hissi. O vaxt ki, mən düşünürəm ki, mənim həqiqətən də bu hərəkətim kiməsə neqativ təsir göstərib və mənim bu günahkarlıq hissim, utanç hissim və vicdan hissim burada katalizator rolunu oynayır ki, mən sırf hərəkətimi dəyişdirim. Gedim həmin insanlarla danışım, onlarla üzləşim, onlardan məsələn də lazım olsa hər hansı bir məqama görə üzr istəyim. Çünki əgər mən neqativ təsir göstərmişəmsə, gedib onlarla mən bu məsələni həll edim və bu geštaltı bağlayım.
Əgər bu məsələ sizin üçün açıq məsələ kimi qalırsa və o sizi narahat edirsə, demək ki, burada nəyisə bağlamaq lazımdır. Bu Gestalt siklında. Gestalt siklı nə deməkdir? Hər hansı bir hadisə baş verib, mən reaksiyamda nəyisə tamamlamadım və tamamlanmamış reaksiya olanda bu mənim beynimə əlavə bir yük kimi gəlir. Əgər siz hiss edirsiniz ki, insanlarla kommunikasiya etmək lazımdır, danışmaq lazımdır, dürüst şəkildə, açıq şəkildə hər şey müzakirə etmək lazımdır. Bunu seçsəniz, siz özünüzü daha rahat hiss edəcəksiniz. Amma əgər hiss edirsiniz ki, ehtiyac yoxdur, siz onsuz da güclü belə bir neqativ bir şey etməmisiniz, o insanların reaksiyaları, əgər onlar birdən-birə sizi vicdansız, sizi egoist, sizi ancaq özünü düşünən bir insan kimi görürlərsə və bu həqiqətən də sizin vecinizə deyilsə, təbii ki, siz o insanların reaksiyalarını artıq düşünmədən də belə həyatınıza davam edə bilərsiniz. Çünki insanların reaksiyalarına cavabdeh olmaq sizin məsuliyyətiniz deyil. Yəni bu baxımdan, çünki siz hər hansı bir hərəkət etmisinizsə, əgər o ciddi, neqativ, ağır bir təsir olmayıbsa, burada artıq günahkarlıq hissi formalaşırsa, bilin ki, bu süni yaradılmış mədəni kodlarla formalaşan bir günahkarlıq hissidir. Çox sağ olun Sarı xanım, açıqladığınız üçün təşəkkür edirəm. Mən təşəkkür edirəm. Mənim üçün çox xoş oldu. Çox möhtəşəm sual idi. Təşəkkür edirəm. Hər birimizin dərdi olan bir sualdır. İlk öncə webinar üçün təşəkkürlər. Sual bəs stres təşvişi mənbə ailə ilə əlaqəsi və bizim həll edə biləcəyimiz bir şey deyilsə. Yəni müəyyən bir reallıq var. Am, Mənim üçün çox çətindir, çünki mən konteksti bilmirəm, konkret nə məsələdir, amma özümüzə bu sual vermək, mən konkret olaraq nəyi həll edə bilərəm? Hər şeyi mən həll edə bilməsəm də belə, bəzi şeyləri mən təslim olsam da belə bu həyat sistemində, amma konkret mən nəyi dəyişdirə bilərəm? Mənim kontrolumda, məndən konkret nəyi həll edə bilərəm ki, bu problemin heç olmasa həll yolunun 50% təmin olunsun. Əgər çox ciddi şəkildə bu məni narahat edirsə, tapmaq, o məsələləri tapmaq yalnız ki, mən özüm həll edə bilərəm. Çünki biz özümüzün kontrolunu itirəndə və ancaq həll yolunu biz kənardan gözləyəndə bu bizdə daha çox təşviş formalaşdırır. Biz artıq məsuliyyət hissini yavaş-yavaş kənardakılarına ötürəndə daha çox stres olacaq, daha çox təşviş olacaq və eyni zamanda bu bir alət olacaq bizi manipulyasiya eləmək üçün. Amma mən əminəm ki, sizin özünüzdə də Coşqun bəy 100%. Bəlkə də özünüzə zaman ayırmaq lazımdır. Tək qalmağa ehtiyac var. Bəlkə intuisiyanız sizə çox gözəl bir daxili səsiniz sizə cavablar verəcək. Amma 100% burada bir həll yolu var. 100%. Sadəcə onu aşkar etmək çox önəmlidir ki, hansı ki sizin kontrolunuzla bağlı, sizin məsuliyyətinizlə bağlı o həll yolu tapmaq mümkün ola bilər. Amma yenə də bu çox ümumi bir cavabdır. Mən situasiyanı gələ bilim ki, mən ona daha konkret bir cavablar verə bilim. Amma yenə də situasiya nə olursa olsun, fərqli perspektivdən biz əgər baxırıqsa, o həll yollarını biz axtarmağa çalışırıqsa, biz onları tapırıq yavaş-yavaş. Amma mən sizi çox gözəl anlayıram. Ailə ilə bağlı xüsusən bizim cəmiyyətdə bir çox problemlər bizə həll olunmaz kimi gəlir. Çünki mədəni kodlar çox güclüdür və bizim valideynlərimizi, bizim ailə üzvlərimizi onlar idarə edir. Amma mədəni kodları da sındırmaq mümkündür və o bizim əlimizdədir. Məncə daha çox şiddətçil davranışlarda və danışıqlarda təşviş yaranır. Bu anda da özümüzü itiririk və özümüzdən çıxırıq. Situasiyalar çox fərqlidir Nərmin xanım. Şiddət olanda təbii ki, təşviş bizi qorumağa çalışır, sağ saxlamaq üçün nəsə bir hərəkət olsun, bizim psixikamızda yeni struktur formalaşsın. Bəli, çox fərqli situasiyalarda da ola bilər. Ünsiyyət bacarığınız üzərində necə doğru işləmək fikrinizi təşviş həyəcansız ifadə edə bilmək üçün. Nəzakət xanım, bayaq da qeyd etdiyim kimi təkamül psixologiyasını biz fundamental olaraq əgər həll eləmək istəyirsək, insanların dəyər sistemlərinə tanış oluruq. İnsanların dəyər sistemlərini artıq biləndən sonra biz bilirik, uşaqla necə danışmaq lazımdır, biz bilirik. Məsələn, siyasətçi ilə necə danışmaq lazımdır, biz bilirik, sahibkarla necə danışmaq lazımdır. Biz bilirik, çox fərqli insanlarla artıq müəyyən bir kommunikasiya olanda onları müşahidə edəndə biz artıq fundamental olaraq bilirik ki, bu insanların əsas dəyərləri nədir və biz o dəyərlərə uyğun olaraq da biz o kommunikasiyamızı adaptasiya edirik. Amma təşviş və həyəcansız ifadə edə bilmək üçün bu eyni zamanda praktika ilə də gəlir. Nə qədər çox biz ünsiyyətdə oluruqsa, mən bunu tangodan da bir misal kimi gətirmək. İlk dəfə tangoya gələndə mən çox təşvişdə və həyəcandaydım. Mənim üçün, yəni xüsusən bir introvert insan üçün, xüsusən o bədən təmas tələb edən bir rəqsdə, yəni mənim üçün çox təşvişli idi bu. Amma daha sonra praktika daha çox olduqda və fərqli partnyorlarla
bunu praktika etdikcə yavaş-yavaş təşviş və həyəcan azalmağa başladı. Nəyə görə? Çünki bu mənim bədənimə və sinir sistemimə artıq tanış olan bir mənzərədə, tanış olan bir aktivitedir. Amma fundamental ünsiyyət bacarığı üzərində doğru işləmək insanların fərqli dəyər sistemləri ilə işlə bağlıdır, hansı ki, biz bunu təkamül psixologiyası təlimində də keçirik. Sizə maraqlıdırsa, siz buna qoşula bilərsiniz. İlahiyə xanım, qərar verməklə bağlı webinarın linki. Tamam, siz mənə WhatsApp-a yazın, zəhmət olmasa mən sizə göndərərəm. Həyat xanım, mənə də yazın, çox təşəkkür edirəm. Mənə yazın, mən sizə WhatsApp-da göndərərəm. Biz artıq bir aydır ki, təşəkkür edirəm Nəzakət xanım, sizə fayda qatdısa, nə xoş mənə. Biz artıq bir aydır ki, Almaniyaya köçmüşük. Burada mənə kimsə yaxınlaşıb nə soruşanda çox həyəcanlanıram. Buranın sərhədində də bu hal yaşandı. Sərhəd işçisinin nə dediyini başa düşürdüm. Amma cavab verə bilmirdim. Dil səviyyəm o qədər də yaxşı deyil. Amma cavab verə biləcək səviyyədəyim. Sadəcə həmin an elə bil beynim donur. Sadəcə deyirəm, mən bilmirəm. Bu həyəcanımı necə dəf edim? Sadəcə praktika ilə Leyla xanım, dişimizi sıxaraq, bu sırf sizin situasiyanız praktika ilə bağlıdır. Sadəcə siz indi məsələn fərqli ölkədəsiz, həddindən artıq çox fərqli insanlar var. Sizin sinir sisteminiz buna öyrəşməyib, həddindən artıq çox fərqli situasiyalarla, qeyri-müəyyənliklərlə siz üzləşirsiniz. Adaptasiya var. İstərsəməz stres yaşayırsınız siz. Bu normaldır. Və məhz buna görə bu sadəcə praktika ilə gələcək Leyla xanım. Bunu xüsusi mən sizin oxuduğunuza görə mən burada dərin bir psixoloji hər hansı bir ciddi bir səbəblər görmürəm. Bu ancaq praktika ilə gələcək. Nə qədər çox siz o mühitdə, o mühit sizin üçün yaddır. O mühitdə siz nə qədər çox kommunikasiyada olsanız, o qədər sizdə o həyəcan yavaş-yavaş azalacaq. Çünki mən özümdə də xatırlayırdım ki, mən xaricə gedirdim ilk dəfə yaşamağa. Və ilkin dönəmdə mənim özümdə də olurdu. Tanımadığım insanlarla danışanda həyəcanlanırdım və s. və s. Amma sonra artıq tez-tez bu təkrarlandıqca, təcrübə keçdikcə, artıq siz bunun simulyasiyasını edirsiniz, səhvləri görürsünüz, gələn dəfələrdə səhvlərinizi dəyişirsiniz, yeni bir şeylər öyrənirsiniz, yavaş-yavaş o həyəcan azalacaq. Ancaq praktika ilə. Hətta ictimai çıxışlarda da belə insanlar hər zaman bunu söyləyirlər ki, siz əgər məsələn də təşvişi, həyəcanı azaltmaq istəyirsiniz, bəli, bunun dərin psixoloji işi ola bilər, səbəbləri ola bilər, bunun üzərində də işləyə bilərsiniz. Amma eyni zamanda bir çox natiqlər belə, onlar sadəcə praktika ilə bu həyəcanı azaldıblar. Hər işi cəmiyyət arasında olanda belə tək etmək daha mənə həzz verir. Okey. Təşəkkürlər Sara xanım, bir daha faydalığınızı alqışlayıram, cəmiyyətin sizin kimi. Təşəkkür edirəm Fatma xanım, mənim üçün çox xoş oldu sizi görmək, minnətdaram sizə. Buyurun Gülnara xanım, siz əlinizi qaldırdınız, sonra digər suallara keçəcəm. Salam, öncəliklə çox sağ olun bu webinar üçün təşəkkür edirəm. Mən bir həftə əvvəl başıma gələn bir hadisəni kiçik də olsa bir nüansı çatdırmaq istəyirəm. Deməli, mən bir tədbirdə iştirak eləməli idim və orada uşaq hüquqları ilə bağlı bir tədbir idi. Mən də erkən nicahlarla bağlı geniş bir araşdırma elədim, mətnimi əzbərlədim və çıxış eləyəcəkdim və hiss eləyirdim ki, artıq yanlış eləyəcəm və içə-içə həyəcan məni bürüyürdü. Və çıxış eləyəndə bu narahatçılıq artıq məni yanlış etməyə sövq etdi də, belə deyim, və yanlış etdim. Və qarşımda əslində vərəqimdə mətn var idi və oradan oxuya da bilərdim. Sadəcə orada göz kontaktı önəmli idi deyə oturan insanlarla bağlı. Və çıxışım daha səlis olmalı idi. Mən də normalda diksiyam yaxşıdır və özümü normalda daha yaxşı ifadə edə bilirəm. Ancaq orada bu yanlış edəcəm düşüncəsi məni yanlış etməyə sövq etdi və yanlış etdikdən sonra da ağlım ilişdi o yanlış etdiyim nüansda qaldı. Ondan sonra da ikinci və üçüncü hissələrdə də yanlış etdim. Hətta sonuncu cümləmi belə artıq danışmadım və oradaca kəsdim. Sonuncu kəlməmi silmiş kimi. Halbuki mənim mətnim ekranda da görünürdü və qarşıda oturanlar hər biri mətnimi də görürdü və nələr danışacağımı da bilirdilər. Və bu həyəcan, təşviş məni yəni ekstradan sanki pərt olmuş kimi, sanki insanlar artıq mənə güləcəkmiş kimi belə bir hissiyat gəlirdi. Və ekstradan da mən normalda özümü yaxşı ifadə edə bilirəm deyə düşünürəm hər zaman. Sadəcə olaraq məsələn ən yaxın dostumuzla belə daha yaxşı yəni cümlələrimizi ifadə edə bilərik də. Ancaq bəzi hallarda ən yaxın dostumla belə danışarkən sanki nitqim məndən yəni asılı olmadan, mənim iradəmdən asılı olmadan sanki fərqli kəlmələr çıxardır ağzımdan və sanki kəkəliyirmişcəsinə yəni danışıram da.
Bu da məni narahat eləyir və bundan artıq qurtulmaq istəyirəm. Çünki mənim hal-hazırdakı işim, hal-hazırdakı təhsilim mənə daha yaxşı danışmağı tələb eləyir. İnsanlar içərisində daha yaxşı çıxış eləməyi tələb eləyir və bu mənə müəyyən yerlərdə artıq narahatçılıq törədir. Özüm özümə olan normalda özgüvənli biriyəm, amma belə vəziyyətlərdə artıq səhv etdiyimi gördükcə özgüvənim də artıq aşağı düşməyə başlayır və sanki yetərsizlik hiss eləyirəm. Yəni bununla bağlı nə edə bilərəm deyə sizdən soruşmaq istədim. Təşəkkür edirəm Gülnara xanım. İlk növbədə onu demək istəyirəm ki, sizin çox möhtəşəm nitqiniz var. Sizi dinləməyə çox şad oldum. Özünüzü kifayət qədər çox gözəl ifadə edirsiniz. Am, Mən nəyi söyləmək istəyirəm? Mən sizə reallığı olduğu kimi söyləmək istəyirəm, natiqliklə bağlı. Bizdə nədənsə belə bir stereotip formalaşır ki, ən uğurlu natiqlər hər zaman öz çıxışlarını mükəmməl edən natiqlərdir. Hər bir sözü doğru deyən, planladığı kimi bütün cümlələri olduğu kimi söyləyən və s. və s. Heç vaxt heç bir force majorla üzləşməyən, heç bir problemlə üzləşməyən natiqlərdir. Və o 100% əgər 20 ildir ki, bu peşəkar, professional bir natiqdirsə, 100% o bütün cümlələri möhtəşəm bir şəkildə planladığı kimi deyir. Amma reallıq nədən ibarətdir Gülnara xanım? Sizin hələ nə qədər çıxışlarınız olacaq? Siz 20 ildir bu sahədə olsanız da belə, 50 ildir bu sahədə olsanız da belə, sizdə mütləq hər çıxışınızda mütləq nəsə bir şey olacaq, hansı ki, siz gözlədiyinizdən daha fərqli oldu və bu həyatın həm gözəlliyidir, həm eyni zamanda düzdür, bizdə nə qədər neqativ emosiyalar yaşatsa da belə. Amma bu özü nə deməkdir? Səhnədə çıxış etmək. Bu deməkdir ki, məsələn də siz getdiyiniz hər hansı bir auditoriyanın öz aurası var, öz energetikası var və həmin o energetika özü belə spikerə çox yüksək təsir göstərir. Biz nə qədər məsələn də təhsil alsaq da belə, təcrübə qazansaq da belə, hazırlaşsaq da belə, amma biz auditoriyaya girdiksə, istər-istəməz auditoriyada olan o energetika bizə təsir göstərir. İkinci məqam ondan ibarətdir ki, məsələn, biz çıxış edəndə, məsələn, biz həddindən artıq çox düşünəndə ki, mən auditoriyanın gözündə necə görünəcəm, mən auditoriyaya məsələn də necə görünəcəm, kənardan necə görünəcəm, mən çox gözəl çıxış eləmək istəyirəm və s. və s. Biz buna da həddindən artıq çox fokuslananda necə belə bir paradoks formalaşırsa, bizim sinir sistemimiz, bizim beyin sistemimiz bizə çalışacaq ki, biz daha çox səhvlər edək. Amma biz fokuslananda, öz çıxışımızda dəyər yaratmağa, öz çıxışlarımızda özümüzü düşünməməyə, sırf mən məsələn də həmin o çıxışları edəndə mən necə bir mesaj bölüşüm ki, həqiqətən də həmin o auditoriya real dəyər qatsın, auditoriya maraq göstərsin və eyni zamanda auditoriya nəsə mənim bu çıxışımda tətbiq edə bilsin. Siz nə qədər orada səhvlər etsəz də belə, məsələn, qrammatik ola bilər, strukturun özündə ola bilər və yaxud da prezentasiyanın dizaynında ola bilər. Əgər siz buna fokuslanırsınızsa, sizin sinir sisteminiz artıq siz özünüzdən kənar düşündüyünüz üçün, kimisə gözündə yaxşı görünmək sizin üçün prioritet olmadığı üçün. Çünki siz kimisə gözündə, məsələn, peşəkar görünmək istəyirsiniz, bu normaldır, əladır, bizi belə öyrədirlər. Amma burada artıq ego başlayır işə düşməyə və ego həddindən artıq çox o müdafiəyə keçməyə başlayanda, bizi özümüzü sübut etməyə, sövq etməyə başlayanda, biz artıq real o missiyanı unuduruq deyənə, biz artıq başlayırıq müəyyən bir səhvlər etməyə, daha sonra bizdə neqativ fikirlər formalaşdırır özümüzdən bağlı və o neqativ emosiyalar formalaşdırır. Neqativ emosiyalar bizdə daha çox təşviş, həyəcan və bədənimizdə digər reaksiyalar da səbəb olur. Ona görə də Gülnara xanım, mən ümumi olaraq nə deyim? Səhv etməyiniz normaldır. İndiyənə kimi heç bir natiq səhvsiz çıxış etməyib və hər bir peşəkar natiq 20 ildə səhnədə olsa da o mütləq səhvlər edir. Sadəcə onu çox gözəl bir şəkildə, o qədər gözəl şəkildə, özünə inamlı şəkildə bunu edir ki, auditoriya bunu hiss eləmir, amma o da edir. Yəni peşəkar şəxslər kimi ki, kənardan o natiqləri dinləyir, onlar dərhal bunu hiss edirlər. İkinci məqam ondan ibarətdir ki, səhvlər hər zaman olacaq, amma bu səhvlər özü bizim üçün təkamül bir prosesin çox vacib bir hissəsidir və siz özünüzə bir sual verə bilərsiniz çıxışdan əvvəl. Mən nə istəyirəm ki, auditoriya bu çıxışdan əsas bir mesaj kimi götürsün. Əgər siz o mesajı auditoriyaya ötürə bilirsinizsə, bu artıq sizin missiyanız tamamlanır bundan. Onsuz da auditoriyada belə bir şey var ki, siz çıxış edirsiniz, sizin birinci söyləyəcəyiniz cümlələr və sonuncu söylədiyiniz cümlələr onların yadında daha çox qalır. Ona görə də ən təsirli hissələr, yəni sonda saxladığınız hissələri siz güclü bir şəkildə mesaj şəklində bölüşürsünüzsə, o hissə onların yadında qalacaq. Sizin etdiyiniz səhvlər onların yadında qalmır. Və məhz buna görə Gülnara xanım, sadəcə təcrübə,
sadəcə daha çox məşq eləmək, sadəcə açıq olmaq, səhv etmək, sadəcə özümüzdə bu qaranlıq tərəfi qəbul etmək ki, okey, mən də səhv edə bilərəm, bu normaldır, çünki mən robot deyiləm, mən süni intellekt aləti deyiləm, mən insanım və nə yaxşı ki, mən insanam ki, mən özümə bunu icazə verirəm və mən səmimi şəkildə hal-hazırdakı olan psixoloji vəziyyətimə uyğun olaraq həmin o çıxışımı da edirəm və mən səhv etməyə özümə icazə verirəm. Bu səhv onsuz da güclü şəkildə heç kimə neqativ təsir göstərmir. Mənim ən vacib fokusum nədir? Mən auditoriyama vacib bir mesajımı verim, auditoriya məndən vacib tətbiq edə biləcəyi bir mesajı alsın. Bununla da mənim missiyam bitir. Çünki mənim əsas missiyam həmin o auditoriyaya dəyər yaratmaqdır. Bu qədər. Yəni siz yavaş-yavaş artıq zaten özünüz gələcəksiniz buna Gülnara xanım. Çox sağ olun, minnətdaram. Mən təşəkkür edirəm. Salam, təşəkkür webinar üçün. Sualım belədir ki, toksik mühitdən, neqativ auradan necə qorunmaq olar, hansı ki təşviş, qorxu yaradır? Minimum zaman və enerji ayırmaq ora, çünki mühitin belə bir qanunu var. Mühit hər zaman fərddən daha güclüdür. Və biz nə qədər çox hər hansı bir mühitdə zaman ayırırıqsa, bu bizim beyin strukturumuza təsir göstərir. Və məhz buna görə yeganə burada həll yolu həmin o toksikliyi azaltmağa bir həll yollar axtarmaq ya da həmin o toksik mühitdən uzaqlaşmaq. Çünki insan nə qədər özü də istəsə neqativ auradan qoruya bilmir. Hər zaman mühit fərddən daha güclü olur. Okey, rituallar ola bilər, texnikalar ola bilər, amma onlar çox qısa müddətlidir. Uzun müddətli düşünsək, biz hansı mühitə gediriksə, o mühitə biz məruz qalırıq. Çünki o mühitin hər zaman gücü bir fərdin gücündən daha böyükdür. Yəni bu bir reallıqdır və bu reallığa adaptasiyada siz ya o toksikliyi azaltmaq üçün həll yollar axtarırsınız, ya da o toksik mühitdən tamamilə uzaqlaşırsınız. Faydalı məlumatlar üçün təşəkkür edirəm. Təşəkkür edirəm Ülkər xanım. Məndə səhv etmə qorxusu çoxdur və irəli adamlar çox çətinlik çəkirəm. Karyera mövzusu 3 ildə müxtəlif olan istiqamətlər özümü yoxlayıram, amma mən əsas hissəyə keçid edə bilmirəm. Özümü önə çıxartmaq, auditoriya qarşısına çıxmaq, özümü tanıtmaq, bildiklərimi, öyrəndiklərimi ötürmək. Okey, sizin qeyd etdiyiniz Ülkər xanım, bir sindrom var. Imposter sindromu insanları məqsədə gedən yolda özünü göstərməkdə onlara ən çox mane olan sindromlardan biridir. Rus dilində buna deyilir sindrom samazvansı, ingilis dilində imposter sindromu, Azərbaycanca xatırlamıram adı necədir. Bu nə deməkdir? Mən nə qədər öz üzərimdə işləsəm də belə, mən özümü yetərli hiss etmirəm ki, insanlara özümü göstərim, istedadımı təqdim edim, insanlara xidmət edim. Daim məndə belə bir fikir var, daxilimdə bir fikir var ki, mənim eqom mənə deyir ki, yox, sən yetərsizsən, sən birdən səhv edəcəksən, sən insanların həyatına belə bir neqativ təsir göstərə bilərsən, ona görə də sən hələ də investisiya elə, oxu, öyrən. Amma mən öyrənirəm. Bu biliklər mənim beynimdədir, amma praktikada tətbiqi yoxdur və bu məndə təşviş yaradır. Bu mənim özgüvənimə təsir göstərir neqativ şəkildə və məhz buna görə burada imposter sindromu üzərində iş nə baxımda gedə bilər? Siz nə isə öyrəndinizsə, dərhal onu tətbiq edin Ülkər xanım. Heç nə baxmayaraq özünüzə bir task verin. Sizin beyninizə avtomatik neqativ fikirlər gələcək. Onlara sadəcə biraz tənqidlə baxın. Kənardan bir obraz kimi onlara tənqidlə baxın. Sizə təşviş də gələ bilər, həyəcan da gələ bilər. Birdən-birə sizin eqonuz müdafiə keçirəcək. Otur yerində, heç nə eləmə, sən hələ hazır deyilsən, sən hələ yetər qədər təcrübəli deyilsən və s. və s. Bu səslər sizə gələcək. Buna hazır olun. Çünki indiyənə kimi bu bizi idarə edirdi. Amma siz nə edə bilərsiniz? Bir gün, məsələn də, gələn həftə, məsələn də, bu da sizin üçün bir tapşırıq kimi olsun. Gələn həftə özünüzə vaxt verin və gələn həftə bir webinar təşkil edin bazar günü. Məsələn, səhər saatlar ola bilər və s. və s. O vaxta kimi auditoriyanı toplayırsınız və ilk webinarınızı təşkil edirsiniz. Həmin o 7 gün ərzində auditoriyanı cəlb edirsiniz, qeydiyyatdan keçirirsiniz və webinarınızı keçirirsiniz. Və mən əminəm ki, ilk bu addımı atandan sonra artıq yol özü sizə gələcək və sizə daha rahat olacaq. Amma bunu mütləq sındırmaq lazımdır. Siz bunu hərəkətə birbaşa keçirtməsəniz, bu sizi daha çox böyük bir mental yüklərlə də sizi davam edəcək narahat etməyə. Çünki insanda da təşvişi gücləndirən hərəkətsizlikdir. Biz daha çox düşündükcə daha çox bizdə təşviş olur. Təşəkkür edirəm Əzizə xanım. Mən təşəkkür edirəm sizə. Mən isə əksinə tələsəndə təşviş keçirirəm. Tələskənlik, bəli, tələskənlik zaten təşvişlə bağlıdır. Yəni, bu təşvişlə də tələskənlik gəlir, tələskənliklə də təşviş gəlir. Onlar bir-birinə bağlı proseslərdir. Mən nitq təliminə qoşuldum, müəllim bildirdi ki, səndə psixoloji problemdir.
Mən xoşlamıram belə bir şəxsi fikrimdir. Hər kəsin öz yanaşması fərqlidir. İnsanlara ad qoymaq səndə bu psixoloji problemdir. Bizim hər birimizdə psixoloji problemlər var. Bu problemlər elə belə bizim həyatımıza gəlməyib. Amma bizə həll yolu lazımdır. O problemləri həll etmək üçün. O həll yolları mütləq təklif olunmalıdır. Və birbaşa insana diaqnoz qoymaq və yaxud da ona demək ki, səndə psixoloji problemdir, ad qoymaq, mənə görə bu peşəkarlıq deyil. Mənə görə bu sadəcə insanları limitləməkdir. Ona görə də okey, müəyyən bir bizdə ola bilər, müəyyən bir çətinliklər ola bilər, müəyyən bir problemlər ola bilər. Amma sırf insana demək ki, səndə bir psixoloji bir problem var, mən düşünürəm ki, bu insan ləyaqətinə də qarşı olan bir qeyri-sağlam yanaşmalardan biridir. Bu mənim şəxsi düşüncəmdir. Mən özüm bir psixoloq olaraq da heç vaxt mən bunu insanlara demirəm. Sənin psixoloji problemin var, sənin bu diaqnozun var. Çünki mən özüm də əminəm ki, istənilən bir psixoloji problem və diaqnozun bu reallıqda yeri var, faydası da var. Və buna ancaq biz bir perspektivdən, bizi limitləyən perspektivdən baxanda bu həqiqətən də bizi çox güclü bir manipulyasiya alətinə də çevirir. Ona görə də Fərdə xanım, bəlkə də ola bilər burada güclü bir psixoloji baxımından hər hansı bir səbəblər ola bilər. Amma bunun üzərində işləmək çox və çox önəmlidir. Çox önəmlidir. Əgər bu sizin üçün vacibdirsə. Və bunu həqiqətən də fərqli perspektivdən baxmaq çox önəmlidir. Mən təşəkkür edirəm Şəhla xanım, iştirak etdiyiniz üçün. Çox sağ olun. Təşəkkür edirəm Xədicə xanım, qoşulduğunuz üçün Fərdə xanım. İlk öncə webinar üçün təşəkkür edirəm. Çox sağ olun Bəluşə xanım. Mən isə harda oluramsa bildiyimiz bir məlumatı belə çatdıranda çatdıram. Özümü itirirəm, qarşımdakı mən fikrimi qəbul etməyəndə də özgüvənsizlik yaranır və hətta heyecandan belə tutulmaq tutur məni. Bunun üzərində necə işləmək olar? İlk növbədə özümüzü və digər insanları qeyri-ciddi qəbul etməyə başlayırıq yavaş-yavaş. Çünki biz nə vaxt bizdə bu təşviş və həyəcan da ünsiyyət prosesində güclənir. O vaxt ki, biz istəyirik kimisə gözündə yaxşı görünmək. Amma o vaxt ki, biz özümüzü və digər insanları qeyri-ciddi qəbul edirik, digər insanların fikri bizim haqqımızda artıq o qədər də vacib bir rol oynamır. Və vacib rol oynamadığı üçün də bizdə artıq həyəcan və digər fiziki reaksiyalar da formalaşır. Bizim vecimizə deyil artıq digər insanlar bizim haqqımızda nə düşünür. Ən vacib fundamental məsələ bunun üzərində işləməkdir. Mən niyə digər insanların gözündə yaxşı görünmək istəyirəm? Mən niyə mühakimədən qorxuram? Məsələn, mən niyə bəlkə də bəzi neqativ şeylərdən qorxa bilərəm və s. və s. Əgər bu qorxular varsa, bu tərəddüdlər varsa, bu konfliktlər varsa, bunun üzərində işləmək. Təşəkkür edirəm Ülkər xanım. Mükəmməli hissi məni irəli getməyə qoymur və hər gün olduğum vəziyyətdə qalmağım məni təşvişə salır. Nə edəcəyimi? Hərəkət eləmək Layihə xanım. Hərəkət eləmək heç nə baxmayaraq. Sizin beyninizə gələn neqativ fikirlərə baxmayaraq hərəkət eləmək. Səhvdir, düzdür, hərəkət eləmək. Çünki hərəkət etmədikcə sizin təşvişiniz yüksələcək. Təşvişiniz də yüksəldikcə sizin özgüvəninizə təsir göstərəcək. Özgüvəniniz də az olduqca siz yenə də hərəkətsizlikdə olacaqsınız və bu qapalı dairə davam edəcək. Hərəkət eləməyə heç nə baxmayaraq. Düşünün ki, dünyada heç kim sizə baxmır, heç kimin sizə vecinizə deyil və həqiqətən də elədir. Bizə qalsa həqiqətən də heç kimin bizə vecinə deyil. Yəni biz heç kimi maraqlandırmırıq. Biz özümüz sadəcə özümüz haqqımızda belə bir düşüncə tərzi formalaşıb mədəni kodlara ki, cəmaət nə düşünəcək, cəmaət necə fikirləşəcək. Amma cəmaətin real olaraq bizi keyr eləmir. Biz heç kimin vecinə deyilik. Hərənin öz dərdi var, hərənin öz problemi var. Sadəcə bu fikir özü mədəni kod olaraq sizin haqqınızda nə düşünərlərsə, səhv etsən, biabır olacaqsın və s. və s. İnanın ki, insanların vecinə deyil. Yetərsizlik hissindən özümü daim olaraq təlimlər tapıram, itirdiyim zaman və resurs olur. Demək ki, siz öyrəndiklərinizi dərhal tətbiq edib onun nəticəsini görməlisiniz. Bu da hərəkətlə baş verir. Hansı ki, bu siz nə qədər investisiya edirsiniz, nə qədər özünüzə ayırırsınız, bu çox gözəl bir şeydir. Peşəkar olaraq özünüzə investisiya edirsiniz. Amma bu yetərsizlik hissini azaltmaq üçün hərəkətə keçmək. Ancaq və ancaq hərəkət. Heç nə baxmayaraq, beyninizə gələn neqativ fikirlərə baxmayaraq getmək. Onları susturursunuz, qoyursunuz kənara, hərəkət edirsiniz. Hərəkət olduqda nəticə də gələcək və siz təhsilinizin də nəticəsini görəndən sonra avtomatik şəkildə özgüvəniniz qalxır.
Mən özümə bir çox mövzuda fərqli sahələrdə özümü inkişaf etdirməyi sevirəm və beynim çoxlu məlumatlarla doludur. Bununla da insanlara kömək etməyə çalışıram. Ancaq bəzən bildiklərimi deməkdə qarşı tərəfə çatmazsa həcalan özümü ifadə edə bilmirəm. Bunun öhdəsindən necə gələ bilərəm? Mən düşünürəm ki, bu insandan insana dəyişir. Hər insanda bu belə olmur. Çünki həqiqətən də bəzən olur ki, bir insana baxırsan, onun aurası biraz fərqlidir deyənə, onunla danışmaqdan çəkinirsiniz. Yəni bu daha çox qarşı tərəfin aurası ilə bağlıdır ki, o sizə təsir göstərir və siz nə edə bilərsiniz? Burada yenə də mən deyəcəm. Praktika, praktika, praktika. ChatGPT-ni qoyursunuz qabağınıza, ona prompt verirsiniz ki, sən mənim məsələdə bu mövzuda olan bir danışacağım bir insan ol. Onunla dialoqları siz simulyasiya edirsiniz və bu bacarığı yavaş-yavaş özünüzdə formalaşdırırsınız ki, onun dediyi, səsləndirdiyi sözləri siz artıq eşidəndə siz ona dərhal reaksiyalar verəsiniz. Bu bacarığı özünüzdə inkişaf etdirəsiniz. Stresslə baş üçün hansı idman növü və yoga tövsiyə edirsiniz? Sizi hansı yaxşı hiss etdirirsə o, mən sizə bir dənə tövsiyə edə bilmərəm. Hər insanın öz maraqları var. Mən özüm boksa da getmişəm, tangoya da gedirəm, hələ də davam edirəm, pilatesa da gedirəm. Hansı sizə yaxındırsa onu seçə bilərsiniz. İstəyirsiniz yogaya gedin, istəyirsiniz pilatesa gedin. Yəni hər biri stressi idarə etmək üçün, bədənimizi gücləndirmək üçün çox gözəldir. İnanılmaz dərəcədə çox təsir göstərir. Amma mən sizə konkret bir tövsiyə verə bilmərəm ki, stresslə ən effektiv budur. Hər insanın bədəni, istəyi, marağı fərqlidir. Əsas odur ki, sizə istəyiniz olsun, sizə maraqlı olsun. Çünki insanın özündə maraq olanda uzun müddət həmin o aktivitəyə gedir. Məsələn, sizin tangoya marağınız yoxdursa, mən sizə tango desəm, sizin veciniz olmayacaq, siz getməyəcəksiniz. Və bu da normaldır, çünki insanın özündə daxili marağı olmalıdır. Məsələn, çox insan bachataya gedir, salsa gedir, mənə onlar maraqlı deyil. Amma onlar da 100% stresslə baş üçün çox möhtəşəm alətlərdir. Əgər suallar bitdisə, okey, mən sonuncu suala cavab verirəm. Ailə mühitin toksikliyinə kənarda qala bilmirəm. Sərhəd qoyma başladığım zaman ailə üzvlərinə zərər verdiğini düşünürəm. Əgər uzun müddət bu toksiklik sizə təsir göstərsə, bu deməkdir ki, bu sizin resurslarınızı da azaldır. Və sərhəd qoyulmursa, bizim resurslarımız azalırsa, biz ailəmizə də dəstək ola bilmirik. Və ailə də sizə çox bağlı olduğu üçün sizin yüksək resursda olmağınız onlar üçün də vacibdir. Yəni siz əgər istəyirsinizsə, ailəniz üçün yaxşı olasınız, real olaraq, yəni güclü bir fiqur olasınız, onda sərhəd qoymaq və xarakter göstərmək çox önəmlidir. Çünki bəzən ailə üzvlərimiz bunu bizdən istəyir. Bunu bizə bildirməsə də belə bunu bizdən istəyir ki, bizdə bir güclü fərd görsünlər, xarakter olan bir, qərar verə bilən bir fərd görsünlər. Bəzən onlar bizi özləri test edirlər. Özünüzə mənəvi dəstək göstərə bilmirsinizsə, bu normaldır Leyla xanım. Dəstək axtara bilərsiniz. Bu normaldır. Mən özüm də belə, baxmayaraq ki, bu qədər psixologiya ilə bağlı texnikaları bilirəm, fərqindəlik də var. Amma mən özüm də anlayıram ki, bir çox məsələlərdə mənim də psixoloqa, hər hansı bir coacha ehtiyacım ola bilər və özüm də müraciət edirəm. Və heç vaxt özümü düşünmürəm ki, mən tək hər şeyi həll etməliyəm. Əgər həqiqətən də ehtiyacınız varsa, kimsə sizə, hətta yaxın rəfiqələriniz belsə, məsələn, tanıdığınız şəxslər belsə, bir mütəxəssis olsa da, onlardan dəstək almağı unutmayın. Bu normaldır. Özünüz özünüzə mənəvi dəstək ola bilməmək bəzi situasiyalarda. Bu normaldır. Bəli, bəli, webinarın videosu YouTube-a yükləniləcək. Təşəkkür edirəm hər birinizə. Həqiqətən də çox xoş oldu sizə hər birinizi görmək. Çox şad oldum. Oğlumun 17 yaşı var, onunla sərt danışmağa qorxuram. Özünə nəsə edər deyə bunu necə aşa bilərəm? 17 yaş yeniyetməlik dövrü ən həssas dönəmlərdən biridir və bu dönəmdə sizin onunla sərt danışmağınız heç bir nəticə gətirməyəcək nəyə görə? Çünki onlar üçün artıq avtoritet fiqur valideyn deyil. Onlar üçün əsas psixoloji ehtiyac və çox çətin bir böhrandır həm onlar üçün, həm valideyn üçün. Həm yaşlıların yanında özünü sübut etməkdir, özünü göstərmək ki, mən varam, mənim kimlik anlayışım formalaşır. Ona görə də siz onunla bu dönəmdə sərt danışırsınızsa, bu o qədər də çox effektiv olmayacaq. Siz əslində ona güclü suallar verərək, dialoq qurmağa çalışaraq, onu dinləyərək, daha çox siz gözəl nəticələr əldə edə bilərsiniz və eyni zamanda motiv, elə bir motiv tapa bilərsiniz ki, o onu
digər həmyaşıdların yanında daha yaxşı göstərsin. Yəni siz istənilən bir şeydə ona təsir göstərmək istəyirsinizsə, hər hansı bir xahiş etməklə, hər hansı bir iş etməklə, siz o motivi elə tapmalısınız ki, o motiv birbaşa onun digər həmyaşıdların yanında onu yaxşı göstərsin. Çünki onun üçün ən vacib psixoloji ehtiyac budur. O özünü sübut eləmək istəyir. Bu yeniyetmə dövründə çox önəmlidir. Özünə nəsə edər. Bu dönəm çox həssas dönəmdir. Kimlik axtarışındadır. Çox ciddi bir böhrandır. Ola bilər, amma çox vaxtı çalışın ki, sadəcə onu dinləyəsiniz, onu olduğu kimi qəbul edəsiniz və eyni zamanda elə bir motiv tapasınız ki, onu digərlərinin yanında yaxşı göstərsin. Özünü üstün hiss etsin həmyaşıdların yanında. Təşəkkür edirəm Nurfani xanım. Çox sağ olun. Mən artıq webinarı sonlandırıram. Bir daha təşəkkür edirəm sizə iştirak etdiyiniz üçün. Hər birinizi görməyə çox şad oldum. Sizə xoş axşam diləyirəm və bu videoda bölüşüləcək sizinlə. Nə sualınız da olsa yaza bilərsiniz. Əgər təkamül psixologiyası təliminə yazılmaq istəyirsinizsə yaza bilərsiniz. EVO klubuna yazılmaq istəyirsə yazıla bilərsiniz. Necə siz istəyirsinizsə dəstək almaq əlavə olaraq öz psixologiyanızı gücləndirmək, şəxsi inkişafınızla da bağlı. Bununla bağlı WhatsApp nömrəm var. Müraciət edib də yaza bilərsiniz. Təşəkkürlər. Gələn webinarlarda görüşənə kimi çox sağ olun. Sizi hər birinizi görməyə çox şad oldum. Hələlik. Təşəkkürlər.